Ə, Yoldaşlar, hər birinizi xoş gördük. Salamlar bir daha Elxan müəllim. Çox sağ olun dəvətimi qəbul etdiyiniz üçün, çox sağ olun vaxtınız üçün. Ə, Çok sağ ol. Deməli, buyurun biraz istəsəz özünüzü təqdim edin, biraz özünüz haqqında yoldaşlara tanısınlar, daha sonra biz davam edək. Tamam, necə məsləhətdir? Mən Elxan Hacıyev, demək 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Fakültəsində təhsil almışam. Daha sonra 13-14-cü illərdə dövlət proqramı hesabına e, İng- Böyük Britaniyanın Essex Universitetində Maliyyə və İnvestisiya Fakültəsində təhsil almışam. Daha sonra ölkəyə qayıtmışam və qayıdandan sonra Mərkəzi Bankda 3 il fəaliyyət göstərmişəm. İqtisadi Tədqiqatlar Departamentində. Daha sonra Akses Bank'ta faaliyet göstermişim ve İsa ile de tanışlığımız Akses Bank'ta işlədiyimiz dönəmə təsadüf eləyir. Həmin müddətdə Qafqaz Universitetindən, Bakı Mühəndislik Universitetindən daha doğrusu mənə təklif gəldi dərs deməklə bağlı. Və mən orada İsa'ya və onun qrup yoldaşlarına bir semestr dərs demişəm. Daha sonra deyə bilmədim çünki Polşadan, UBS-dən iş təklifi aldım və Polşaya, UBS-ə, Krakova getdim. Amma İsa ilə də digər bizim tələbələrimizlə də münasibətlərimiz davam elədi. Hələ də davam eləyir. Bir çox ilə danışırıq, əlaqə saxlayırıq, sağ olsunlar, yada salırlar. E, Daha sonra 2019-cu ildən bu yana UBS-də fəaliyyətimi davam elətdirirəm. Risk departamentində deyək, burada departamentdən daha çox tim sözü daha çox istifadə olunur. Risk timində hardasa burada bir 2000-dən çox işçi var bu departamentin və ümumilikdə şirkətin özünün 100 minə yaxın işçisi var. Və o departamentdə senaryoların idarə edilməsi, senaryoların hazırlanması və mərkəzi banklardan gələn senaryoların işlənilib, daha sonra digər departamentlərə ötürülməsi üzrə fəaliyyətimi davam elətdirirəm. 2023-cü ildə Böyük Britaniyaya keçdim. Eyni şirkətin, eyni departamentində sadəcə olaraq ünvan dəyişikliyi oldu. Polşadan Böyük Britaniyaya keçdim. Bu da daxili, belə deyək, bir növ promotion qarşılığı, promotion əvəzi bir şey idi. Daha sonra 2023-cü ildən bu yana fəaliyyətimi UK-də davam elətdirirəm və bu görüşə də İsa'nın sağ olsun təşəbbüsü ilə qoşulmuşam. Çalışacağım ki, mümkün qədər ətraflı məlumat verim həm iş haqqında, həm tələb olunan sahələr, biliklər haqqında. Suallarınız olsa da nə vaxt istəsəniz bölərsiniz, suallarınızı cavablandıraram. Təbii ki, suallar daha önəmlidir, nəinki mənim təkcə monoloqum. Buyur İsa. Çox sağ olun. Qısaca məlumat verim webinarın girişi haqqında. Hı hı. Əvvəlcə mən biraz danışacağım ümumiyyətlə Avropada işə qəbul prosesi haqqında. Yəni hansı mərhələlər var? Maksimum dəqiqəyə bir qısa bir yəni deməli izah olacaq. Daha sonra məsələn Elxan müəllimdən xahiş edəcəyik öz təcrübəsi haqqında bölüşsün. Daha sonra isə yoldaşlar sizin suallarınıza keçəcəyik, hansı ki düşünürəm ki, ən vacibi, ən əhəmiyyətlisi oradır. Ona görə də suallarınız yarandıqda çata mütləq rahat-rahat yazın, çata yazın, yaddan çıxmasın. Sonra hamısı bir-bir üstündən keçəcəyik. Ən sonda isə mikrofonları da açıb sırayla biz deməli müzakirə apara bilərik, bəlkə tanış ola bilərik. Bir də baxıram burada konsultantlarımdan da var qoşulanlar arasında. E, Xoş olar o yoldaşları da yenidən görmək. Deməli, mən İsa Zeynal, deməli, Qafqaz Universiteti məzunuyam. Daha sonra data sahələrində təhsil və konsalting şirkəti olan Data Sokulda həm təhsil etmişəm, 3 il rəhbərlik eləmişəm. Daha sonra bunu satıb Polşaya köçmüşəm və burada əvvəlcə İsveçrə Bankı UBS-də, daha sonra Citibankda çalışmışam. Hazırda isə dünyada ən böyük deməli asset və ümumiyyətlə investisiya bankçılığı sahəsində ən böyük texnoloji şirkəti olan SimCorp-da çalışıram. Deməli belə. Və həmçinin bildik bəlkə də dediyim kimi burada konsultantlarım da var qoşulanlar arasında. Polşada və Avropada karyera konsultasiyası xidməti göstərirəm. Bu vaxta qədər 150-dən çox şəxslə əməkdaşlıq etmişəm. Bəlkə də səhifədə görmüsünüz. Və dünyanın bütün top aparıcı şirkətlərindən, bütün top banklarından 100% offerlər əldə etmişik. Hamısı da səhifəmizdə var. Həmçinin texnoloji şirkətlərindən, istehsal şirkətlərindən də offerlər əldə etmişik. Və biz də belə bu demək olar ki, vebinarlar hər ay edirik müxtəlif sahələrdə. Siz də Instagramda, YouTube'da izləyib belə vebinarlara qoşula bilərsiniz, tanış ola bilərik, maraqlı müzakirələr apara bilərik. Gəlin o zaman mən keçeyim az öncə qeyd etdiyim ümumiyyətlə Avropada qlobal şirkətlərdə işə qəbul prosesi haqqında biraz danışım. Biz davam edək.
Ekran görünürmü? Mən görürəm. Bəli, bəli, görünür. Va. Deməli, yoldaşlar, işə qəbul prosesi təbii ki, aydın məsələdir ki, müraciətlə başlayır. Və müraciət deyəndə bu sualı çox alıram ki, hardan axtarmalıyıq vakansiyaları? E, Azərbaycanda da son vaxtlar bu iş tətbiq olunmağa başlayıb. Qlobalda demək olar ki, bütün şirkətlər bütün vakansiyalarını LinkedIn-də yerləşdirirlər. Yəni məsələn, JP Morgan-dakı vakansiyalara baxmaq istəyirsinizsə, ya da gəlin biz UBS-dən danışaq. UBS-dəki vakansiyalara baxmaq istəyirsinizsə, LinkedIn-də UBS-in səhifəsinə keçib, orada jobs hissəsinə keçib, oradakı yəni müxtəlif ölkələrdə paylaşılan vakansiyalara baxa bilərsiniz. Orada müraciətə klikləsəz, aparacaq sizi ya özünün internal ya daxili saytına, ya da ki istifadə etdikləri hansısa bir platformaya ki müraciətlər oradan idarə olunur, oradan müraciət edə bilərsiniz. Və güman ki, qlobal şirkətlərin müraciətlərini görmüsünüz. Azərbaycandan fərqli olaraq çox məlumat istəyirlər, xeyli məlumatlar istəyirlər. Sənədlərinizlə bağlı, təhsilinizlə, təcrübənizlə bağlı bu məlumatları doldurub müraciət edə bilərsiniz. Alternativ, necə ki, Azərbaycanda məsələn Job Search var, həmçinin burada da bir veb saytlar var. Glassdoor, Indeed, bəzi ölkələrin daxili spesifik deməli belə job portalları da var, amma elə əsasən əksəriyyəti LinkedIn-dədir. Yəni LinkedIn-dən rahat-rahat vakansiyalar tapa bilərsiniz. Müraciət etdikdən sonra isə son vaxtlar xüsusən LinkedIn-də məşhur olan bu ATS məsələsi. ATS Applicant Tracking System deyilir, hansı ki müraciətləri analiz etməsi üçün nəzərdə tutulmuş bir platformadır. Sözün düzü bu yəni bu qədər məşhur olduğu qədər tətbiq olunmur. Yəni ATS-in məntiqi budur ki, gələn müraciətləri analiz eləsin, bir sistem analiz eləsin, rekruter ötürülməzdən öncə. Amma yəni ATS-dən kəsilmə faizi həqiqətən azdır. Əgər yəni normal məsələn risk pozisiyasına müraciət edirsinizsə və CV-niz ilə risk sahəsi və maliyyə sahəsi üzrədirsə, ATS-dən kəsilmə faiziniz demək olar ki, çox aşağıdır. Yəni demək istədiyim budur ki, ATS əslində məşhur olduğundan daha az işləyir. Daha sonra məsələn rekruter intervyusu, yəni CV-mizlə tanış olur rekruter. Təbii ki, bəzi administrativ mövzular var, hansı ki, iş icazənizin olması, birbaşa təcrübə, tələb olunan dil, tələb olunan birbaşa texniki bacarıqlar çox aydındırsa, məsələn, çox aydındır ki, bu sahə üzrə Python-da experience lazımdır. Əgər CV-nizdə Python experience yoxdursa, növbəti mərhələyə adətən keçilmir. Və rekruter analiz etdikdən sonra rekruter intervyusu baş verir. Rekruter intervyusu adətən anidən, yəni sadəcə telefon zəngi ilə olur. Rekruterlər anidən zəng edirlər və adətən administrativ ümumi suallar verirlər ki, yəni siz texniki olaraq işləyə bilərsinizmi? Yəni bayaq dediyim kimi iş icazəni soruşurlar, ingilis dilinizi yoxlayırlar, sahə üzrə təcrübəni soruşurlar. Notice period dediyimiz, yəni başlamağa nə qədər vaxtınız var, onu soruşurlar, nə qədər sonra başlaya bilərsiniz. Bəzən yox demək ki, həmişə maaş aralığını soruşurlar və belə gələn kandidatların ümumi administrativ sualları toplayıb cavabları toplayırlar. Daha sonra məsələn CV-ləri, yəni rekruter intervyusunu keçən CV-ləri hiring menecerlə bölüşürlər. Hiring menecerlər gələn CV-lərlə tanış olur və təbii ki, hiring menecer daha yaxşı bilir ki, ona necə bir kandidat lazımdır və biraz daha iş perspektivindən gələn CV-ləri analiz edir və kimlər uyğundursa onlarla intervyu təyin edir. Xanım, düşünürəm ki, sizin bu mövzuda təcrübəniz var. Yəni işə qəbul güman ki, iştirak edirsiniz. Bəli. Maraqlı olar ki, bunları da müzakirə edək. Eləyək təbii ki. Hiring manager və digər komanda yoldaşlarıyla ilk intervyu olur. Burada bildiyimiz yəni texniki və ya domen sualları üzərindən aparılır, təcrübəniz danışılır, CV-nin üzərindən aparılır ki, yəni nələr işləmisiniz, nələr etmisiniz, lazım olan hansı bacarıqları bilirsiniz, yəni təcrübəniz nə qədər uyğundur, bunlar müzakirə olunur. Və daha sonra məsələn, əgər bu intervyunun uğruna keçsək, düzdür, bu proses bəzi şirkətlərdə fərqli olur, bəzi şirkətlərdə daha bir intervyu təyin olunur digər komanda yoldaşları ilə və ya direktorla culture match intervyusu təyin olunur. UBS-də mənim təcrübəmdə bu belə idi, ümumiyyətlə UBS-də elə standart bu prosesi demək olar ki, tətbiq edirlər. Daha sonra culture match intervyusu olur, hansı ki, adətən direktorla görüşülür və direktor bu mərhələdə prinsipi belə olur ki, yəni komandamıza şəxs gəlir, görək ki, kimdir, təcrübəsi nə qədər uyğundur. Daha sonra məsələn, adətən verbal iş təklifi olur, yəni HR artıq zəng edir, sizə iş təklifinin detallarını bildirir və sonra sizə e-maillə yazılı iş təklifini göndərir və siz də qəbul etsəz, təbii ki, sənədləşmə prosesi başlayır ilk işə başlayana qədər. Bu ümumi bir prosesdir. Təbii ki, mən qısaca danışmağa çalışdım. Burada hər detalın üzərində deməli xeyli vaxt xərcləmək olar, xeyli danışmaq olar. Çünki bunların hər birində
xeyli proseslər var. Təbii ki, əgər suallarınız varsa, mütləq yazın. Birazdan daha detallı şəkildə də müzakirə edərik. İşə qəbul prosesi haqqında belə bir məlumat vermək istədiyim. Buyurun Elxan müəllim. Sizin təcrübənizə öyrənə mi? Çox sağ ol. Sənin bitirdiyin yerdən, qoyduğun yerdən davam edeyim mən də. Bəlkə bu daha maraqlı olar. Səsli sual vermək üçün, kamera planlaması üçün sual nəsə gəlib, amma tam aydın olmadı mənə. Əlbəttə olar. Buyurun, sual verin istəyirsiniz birinci, sonra biz başlayaq. İsa, yoxsa necə məsləhət görürsən? Düzü, yaxşı olar ki, təcrübədən, əvvəlki webinarlardan gəlin biz bu hissəni bitirək, onsuz da bizim planlamamız çox qısadır. Mütləq siz notlar götürün Fərid bəy. Təbii ki, mütləq müzakirə edəcəyik. Notlar götürün və ya chatda da yaza bilərsiniz. Daha sonra səs açıb müzakirə edərik. Tamam, mən onda çox uzun danışmayacağım zaten. Qısa danışaram. Suallar daha önəmlidir. Suallara daha çox vaxt ayırarıq. Mən bura 2019-cu ildə gələnə qədər bəlkə də onlarla və yüzlərlə, hətta deyərdim, bir neçə yüz yerə müraciət eləmişdim. Yəni elə bilinməsin ki, əgər CV əladırsa, CV yaxşıdırsa və yaxud sizə görə, özünüzə görə yaxşıdırsa, o dəqiqə xaricdən iş təklifi almaq çox rahatdır. Amma eyni zamanda çox çətin də deyil. Yəni burada məsələ insanın iradəli olmağıdır, səbirli olmağıdır, gözləməyi bacarmalıdır. Çalışmaq lazımdır ki, istəyiniz nədirsə, onun uğrunda axıra kimi gedəsiniz. Yəni, məndə bu bir ildən çox çəkdi. UBS kimi bir yerdən offer almağım 2018-ci ildən başladım, 2019-cu ildə bir ildən çox çəkdi. Çünki özəlliklə də birbaşa Azərbaycandan, yəni təhsil vasitəsilə yox, birbaşa iş taparaq çıxmaq istəyirsinizsə, bu çox çətindir. Çünki bizim vizamız yoxdur, yəni iş vizamız yoxdur. Ona görə də bizi şirkətlər çox asanlıqla işə qəbul eləməyə tərəddüd edirlər biraz. Yəni burada məsələ sizin savadınız və yaxud da bacarıqlarınız, bilikləriniz deyil, daha çox vizamızın olmamağıdır. Ancaq yəni təcrübə onu göstərir ki, onlarla, ən azından mənim tanıdığım təkcə onlarla əməkdaş bu dəqiqə Avropanın, dünyanın müxtəlif gözəl şirkətlərində işləyirlər, fəaliyyət göstərirlər. Bəlkə bu biraz daha az idi, son 2-3 ildə həddindən artıq çox artıbdır. Bu da yəqin biraz da onu göstərir ki, şirkətlərin rekruterləri də artıq Azərbaycanı tanımağa başlayırlar. Azərbaycandan da yaxşı CV-lərin gələ bildiyin, təcrübəli kandidatların, namizədlərin gələ bildiyini görürlər. Və artıq deyərdim ki, təkcə UBS-in özündə bir xeyli Azərbaycanlı var, Citibankın özündə bir xeyli Azərbaycanlı var, SimCorp-da İsa oradadır, bəlkə başqaları da var. Və tərəddüd etməyin. Əgər getmək istəyirsinizsə, əgər həqiqətən də xaricdə yaşamaq istəyirsinizsə, bu o demək deyil ki, xaricdə yaşamaq %100 hər şeyi ilə çox gözəl bir şeydir. Mən özüm məsələn bura gəlməmişdən əvvəl Polşaya, ondan sonra da UK-yə gəlməmişdən əvvəl insan xarici əvvəl bir cənnət kimi görür. Yəni elə bilirsən ki, ora gedirsən, orada hər şey cənnət kimi olacaq. Elə deyil, hər şeyin öz zorluqları, çətinlikləri var. Ancaq yəni arzu məqsəd nədirsə, arzu məqsədin uğrunda mübarizə aparmaq ən gözəl şey deməli gəlir. Ona görə də əgər məqsədiniz varsa davam eləyin. Və İsa kimi ümumiyyətlə bu işə belə deyək, can qoymuş, insanları kömək eləməyə can qoymuş insanların da fəaliyyətlərindən yararlanın məncə. Çünki həqiqətən İsa deyir ki, məsələn, İsa yaxşı bir şey vurğuladı ki, ATS-dən kəsilmə faizi azdır. Bu İsa məncə o adamlar üçün azdır ki, yaxşı CV hazırlasınlar. Yəni, sən özün yaxşı CV hazırlamağı artıq bacarırsan deyə, sənə elə gəlir ki, ATS-dən kəsilmə azdır. Amma ATS-dən kəsilmə mənim fikrimdə çox da az deyil. Çünki özəlliklə Londonda, məsələn, bu olduqca yüksəkdir. Məsələn, bəlkə Varşavada, Polşada nisbətən azdır. Çünki tələb təklif məsələsinə görə orada daha çox Şərq Avropadan gələn vətəndaşları işə götürürlər. Çünki daha ucuz işçi qüvvəsi kimi baxırlar ona görə. Amma mən təklif eləyirəm ki, başlamaq üçün Polşa, Çexiya, Macarıstan mükəmməl yerlərdir. Mən şəxsən UK-yə gələndən sonra Polşa ilə UK arasında çox ciddi, bəlkə də bunu çox adama deyəndə inanmır mənə, amma çox ciddi fərq olmadığını gördüm.
Bəlkə 30 il əvvəl çox ciddi fərq var imiş, amma indi çox ciddi fərq yoxdur. Ona görə də qətiyyən tərəddüd eləməyin. Mən özüm 2019-da Polşaya gələndə əvvəl mən də tərəddüd eləyirdim. Görəsən yaxşı olarmı, düz eləyirəmmi? Köhnə Sovet ölkəsi, sosialist ölkəsidir. Yəni bu dəyişikliyə dəyərmi yoxsa yox? Həqiqətən dəyər. İndi çox geriyə dönəndə şükür edirəm və sevinirəm ki, yəni bu qərarı vermişəm. Biraz öz təcrübəmə gəldikdə biz deməli dediyim kimi riskdə senaryoların hazırlanması sahəsində işləyirik. Bu sahənin özü haqqında detallı məlumat verməkdənsə mən daha çox sizə burada iş bölgüləri necə olur onu izah eləməyə çalışardım. Çünki Azərbaycandan gələndə bir müsbət, bir mənfi tərəfi olan bir mentalitetlə gəlirik biz. O da belədir. Azərbaycanda iş yerlərində əksərən, son 7 ili bilmirəm, amma iş yerlərində əksərən hamımız hər şeyi görmək məcburiyyətində oluruq işdə. Yəni məsələn işə girdinsə, sən riskdə işə girdinsə, sən market riski də görməlisən, kredit riski də görməlisən, görməsən də bilməlisən və yaxud da counterpart riskin nə olduğunu bilməlisən. Yəni hər şeydən biraz bilməlisən. Bura gələndə isə bu intervyularda keçməyə çox kömək olur. İntervyularda insana çox kömək olur. Çünki özəlliklə verbal intervyularda sizə sual verəndə siz ətraflı şəkildə onu bütünlüyü ilə riskin nə olduğunu, hansı sahələrdən ibarət olduğunu, nələrlə qarşılaşa biləcəyinizi rahat şəkildə vurğulayırsınız. Amma bu müsbət tərəfidir. Amma işin içinə girdikdən sonra isə siz görürsünüz ki, bu sadəcə bir sahə üzrə, yəni məsələn mənim çalışdığım senaryoların hazırlanması sahəsi üzrə çox dərinliklərə enmək məcburiyyətində qalırsınız. Yəni siz artıq market riskin, kredit riskin, counterpart riskin nə olduğunu bilməyiniz sizə heç bir üstünlük vermir. Siz çalışdığınız sahənin dərinliklərinə enmək məcburiyyətindəsiniz. Məsələn, siz ümumən bilə bilərsiniz ki, inflyasiya ilə faiz dərəcələri arasındakı əlaqə necədir? Mərkəz bankların qərarları bu əlaqələrə necə təsir eləyir? Kriz dövrlərində faizlər artırmı, azalırmı? Uzun dövrlü faizlər, qısa dövrlü faizlər necə olur? Məsəl üçün deyirəm bunların hamısını. Ancaq siz yəni bilməyimiz çətindir ki, bizim hansısa bir kriz şəraitində Singapurun AAA reytinqli bir şirkətinin buraxdığı istiqrazların 2 illik və 5 illik istiqrazların qiymətlərində nə dərəcədə fərq ola bilər? Yəni bu artıq ixtisaslaşmadır. Bu artıq dərindən bir şey bilmədir. Amma sizi heç kim işə götürən, yəni bu dediklərim sizi çəkindirməsin və yaxud qorxutmasın. Bu işə götürəndə heç kim sizdən bu cür detal soruşmur. Ən azından mən rastlaşmamışam bu cür detal soruşulan yerlər. Sizdən ümumi fundamental bilivinizin olub-olmadığını soruşurlar. Mənim ən xoşuma gələn xarici rekruterlərin, xarici hiring menecerlərin ən gözəl tərəfi odur ki, onlar özləri də nəsə öyrənməyə açıqdırlar. Özləri də nəsə öyrənməyə açıqdırlar və həmişə hər şeyin ən yaxşısını mən bilirəm düşüncəsi ilə yaşayan insanlar deyirlər. Ən azından mənim qarşıma, bəlkə İsa'nın bilmirəm, o da öz fikrini bölüşər, qarşımıza çıxan insanlar belə olmayıblar. Öyrənməyə, fikir mübadiləsi aparmağa çox açıq insanlardılar, ön yargılı deyirlər. Bu çox yaxşı bir şeydir. Ona görə də əgər fundamental bilginiz varsa və işi bilən insanların köməyi ilə CV-nizi hazırlayın. Yəni mən məsləhət görərdim ki, təkcə özünüz oturub özünüzə güvənsəniz belə CV-nizi təkcə hazırlayıb harasa müraciət eləməyin. Bir neçə dostunuzdan və yaxud işi bilən insanlardan məsləhət alın. Onların fikirlərinə uyğun baxın, görün hansı dəyişikliklər eləmək olar CV-nizdə, hansı yenilikləri əlavə eləmək olar CV-nizə. Ona uyğun CV-nizi yeniləyin və müraciət eləyin işlərə. Və məsələn, işə müraciət eləyəndə də bizdə bir məsələn, əməkdaş var idi. Biz İsa dedi, işə qəbul proseslərində iştirak eləmişsiniz yoxsa yox? Mən işə qəbul proseslərində iştirak edirəm. Məsələn, bir Azərbaycanlı, təbii ki, adını deməyəcəm, Azərbaycanlı oğlanın bir CV-si gəlmişdi bizə. CV gözəl idi, hər şey gözəl idi, müraciətini də gözəl eləmişdi. İmtahan kimi bir test mərhələsindən keçirildi və test mərhələsini də uğursuz etməmişdi. Sadəcə ondan daha uğurlular var idi. Amma şirkət nə elədi? Şirkət yəni onu sıralamada 3-cü yerə qoyduq biz. İlk birinci, ikinci yerə offer verildi, 3-cü yerə verilmədi. Şirkət nə elədi? Şirkət bu insanın CV-sini tamamilə kənara qoymadı. Üstündən sadəcə bir neçə ay keçəndən sonra tamam başqa timdə açılan vakansiya üzrə bu insana yer tapıldı və
yenidən ona özləri əlaqə saxladılar. Dedilər ki, maraqlıdır sənin üçün bu işə gəlmə. O işə alınmadı, amma bu işə gəlmə maraqlıdır yoxsa yox və bu dəqiqə o UBS-də fəaliyyətini davam elətdirir həmin insan. Yəni demək istədiyim hamısının bağlamaq istədiyim yer odur ki, özünüzə inanın və müraciət eləyin. Bir müraciətdən, 5 müraciətdən, 10 müraciətdən sonra insan həvəsdən düşür. Həqiqətən mən özüm yaşamışam. Dəfələrlə insanın artıq həvəsi bitir, motivasiyadan düşür, deyirsən yox bu məndə alınmayacaq artıq. Amma bir nöqtədə əgər insan həqiqətən istəyirsə, bir nöqtədə alınır. Bir də ikinci bir məsləhət görərdim ki, əgər Azərbaycanlı tanışlar artıq dediyim kimi dünyanın bütün şirkətlərində var. Əgər Azərbaycanlı tanışlarınız varsa, daxili referrallardan istifadə edin. Daxili referrallar çox kömək eləyir işə götürülməyinə. Çünki işə götürən şirkət isə daha yaxşı bilər bu hissəsini. İşə götürən şirkət sizi bir culture imtahanından da keçirmək məcburiyyətindədir. Yəni bu insan hər şeyi bilir, tamam sahəsini, biliyi, bacarığı, hər şey gözəldir. Ancaq bizim şirkətə culture uyğundurmu? Gəlib konfliktlər yarada bilərmi, bilməzmi? Bu tip şeylər var. Onun ən yaxşı qarşısına keçməyin yolu daxili referrallardır. Daxildən refer edildikdə artıq bir insan, şirkət bilir ki, mənim öz işçim 5 ildir məndən işləyən bir insan başqa bir insanı mənə refer eləyir və demək ki, onun ən azından biliyindən əmin olmasa da biliyini zaten özüm yoxlayacağam. Xarakterində bir şübhəmiz yoxdur. Xarakterinə uyğun götürə bilərik və biliyi də uyğundursa təbii ki. Ona görə çalışın daxili referrallardan mümkün qədər istifadə edin. Daxili referrallara çıxmaq üçün də dediyim kimi də İsa kimi bu işi bilən adamlarla işləsəz məncə uğurlu ola bilər. Məncə bu qədər. İsa, ümumi mən gördüyümüz işin nə olduğundan danışmaqdan daha çox insanlara kömək ola biləcək mövzuları danışmağa çalışdım. Ancaq əgər sual gələrsə, lazım olarsa, detallara da girərik. İşin nə olduğunu, hansı işlər gördüyümüzü, hansı konkret biliklərin, bacarıqların lazım olduğunu da danışa bilərik. Amma ümumi olaraq istəyirsiniz bir dənə onu vurğulamaqla bitirim. Yəni risk sahəsinə gəlirsinizsə, burada o demək deyil ki, hər kəs riskə aid sual verməlidir. Yanlış anlamayın. Yəni nə sual istəyirsiniz verə bilərsiniz, bildiyimizə cavab verəcəyik, bilmədiyimizə yönləndirərik kiməsə. Əgər risk sahəsinə gəlmək istəyirsinizsə, fundamental bilməli olduğunuz bəzi şeylər var. Yəni məsələn, siz maliyyə bazarlarının işləmə mexanizmini bilməlisiniz. Siz ekonometrikadan az da olsa məlumatlı olmalısınız. Siz artıq proqramlaşdırma dili elə bir səviyyəyə çatıb ki, proqramlaşdırma dili CV-də üstünlük deyil, artıq məcburiyyətdir. Yəni hansısa bir proqramlaşdırma dilini bilmək, dediyim kimi burada bilmək deyəndə mən Python-u bilirəm, heç kim demir xaricdə. Yəni bu mümkün deyil. Mən Python-da Pandas-da işləməyi 50%, 60% bacarıram məsəl üçün. Təbii ki, 50-60% bacarırsınızsa, siz bunu Pandas-ı bilirəm kimi yaza bilərsiniz artıq, yazırsınız zaten ora. Və intervyuda da, imtahanlarda da çünki sizə o dərinlikdə suallar verilmir. Lazım olan dərinlikdə suallar verilir və o lazım olan dərinlikdəki suallar siz 50-60% bilməklə artıq çıxa bilərsiniz o suallardan. Ona görə yəni fundamental bəzi bilikləriniz yoxdursa, o biliklərinizin olduğu sahəni tapmağa çalışın. Yəni hansı sahədədirsə onu tapmağa çalışın. Yəni mən məsəl üçün bayaq deyəndə ki, 1 il məndə çəkdi, amma yekunda alındı, sizdə də 1 il çəkəcək, amma alınacaq. O şərtlər ki, sizin fundamental bilikləriniz ona uyğundur, o işə uyğundur. Yəni siz o ATS-dən, İsa'nın dediyi ATS mərhələsindən keçə bilərsiniz müəyyən qədər düzgün CV hazırlamaqla. Amma yox, sizin fundamental bilikləriniz ona uyğun deyilsə, fundamental biliklərinizin uyğun olduğu sahəni yoxlayın. Məsələn, siz mühasibatlıq sahəsini yaxşı bilirsinizsə, siz özünüzü o sahədə yoxlamağa çalışın. Və yaxud da tamam başqa bir sahəni, bilməm, biologiya sahəsini bilirsinizsə, o sahədə yoxlamağa çalışın. Və yaxud da biotexniki bir inkişafla bağlı bir şey bilirsinizsə, o sahədə yoxlamağa çalışın. Fundamental bilik, yəni özünüzə məncə 1-2 il vaxt ayırın. Olmaq istədiyiniz, CV-nizin daha doğrusu olmaq istədiyi insan olun. Ondan sonra istədiyiniz yerə İsa kimi insanların dəstəyi ilə müraciət eləyin. Onda məncə uğurlu olacaq. Qısa müddətli uğursuzluq ola bilər, amma uzun müddətli də hər şey yaxşı olacaq. Əla məqamlara toxundunuz.
Bir neçə notlar var. Gəlin biz yoldaşlarına o zaman çox sonra yaxınlayalım. Gəlin suallarla davam Buyurun. edək. Sonra Olar. məsələn mən çıxartdığım suallardan da onlardan məncə yoldaşlar da maraqlıdır. Onlar üzərindən davam edərik. Olar. Birinci Fərid bəyin. Bu arada mənə İsa Elxan müəllim deyir, amma buradakı müəllim həqiqətən müəllim sözünə görə müəllimdir. Mən özüm müəllim deyiləm. Sadəcə tələbələrə biliklərimi bölüşmək üçün belə deyə çağırıldım. Mən də bir semestr biliklərimi bölüşməyə çalışdım. İsa da təsdiq eləyər ki, mən onlara müəllim kimi davranmamışam. Və məqsədimiz də hansısa bir qiymət yazmaq ya da qiymət kəsmək olmayıbdı heç bir vaxt. Yəni buradakı müəllim sözü İsa'nın həqiqətən İsa'yı dəstəklədiyim üçün müəllimdir. Amma sizin üçün Elxanam, ona görə də sadəcə Elxan desəniz yetərlidir. Hamı elə o cür müraciət eləsə yetərlidir. Buyurun Fərid bəy. Salam, təşəkkürlər ilk olaraq verilməsi üçün. Əslində biz İsa bəylə virtual olaraq tanışıb, mən bir neçə sual vermişdim LinkedIn-də. Demək, mən qısa olaraq ümumi sualımı nəyə görə verdiyimi açıqlayım. Mən əslində 4 ildir Polşada yaşayıram və ilk olaraq client servis olaraq başlamışam işə, amma indi cloud operation analist olaraq işləyirəm. Bu sahədə analist olaraq yeni işlədiyimə görə ümumi orta müddətli ya da uzun müddətli bir plan qurmaq istəyirəm. 1 il, yarım və ya 2 illik. Mən məsələn 2026-nın əvvəlindən etibarən nələri öyrənə bilərəm ki, bir dəqiqə mən qeyd etmişdim. Risk compliance və ya financial crime kimi sahələrdə artıq təcrübə toplayıb o sahənin ekspertinə çevrilim. Siz compliance sahəsi üzrə ekspert olmaq istəyirsiniz. Anladım, başa düşdüm. Mənim işlədiyim sahə daha çox financial risk əhatə eləyir. Ona görə də mən indi sizə desəm ki, konkret gedin bu sertifikatı alın və yaxud da bu sertifikatı öyrənin, bu düzgün olmaz. Ancaq eləyə biləcəyimiz şey sizin üçün bu sahəni bilən, həqiqətən də bu sahəni detalları ilə bilən, hansı sertifikatları almaq olar, hansı yəni sertifikat vacib də deyil. Sadəcə hansı məsələləri oxumaq, öyrənmək lazımdır, onları bilən insanlara yönləndirə bilərik sizi. Məncə ən uğurlu edə biləcəyimiz şey bu olar. Çünki indi mənim durub sizə bilmədiyim və yaxud da işləmədiyim, daha doğrusu sahə üzrə məsləhət verməyim düz olmaz. Mən təklif edirəm ki, İsa, bu sahəni sən məndən daha yaxşı bilirsən. Həm öz fikrini bölüş, həm də qeyd götürək, mümkün qədər araşdıraq ətrafımızda bu sahəni bilən insanları tapaq və ona uyğun da Fərid bəyə geri dönüş edək. Amma eyni zamanda da sənin fikrini eşitmək istəyərəm. Buyur. Fərid bəy, əla. Yəni birincisi ümumiyyətlə yanaşmaq ki, okey, mən level up eləmək istəyirəm. Daha ya vəzifə artım istəyirəm, ya daha yaxşı pozisiyaya, daha yaxşı ölkəyə, daha yaxşı maaş artıq əldə etmək istəyirəm və bunun üçün nə etmək lazımdır? Karyer planı qurmaq lazımdır ki, nələr öyrənməliyəm. Düzü bunun üçün belə fərdi mentoring xidməti hazırlamışam. Sizinlə detalları bölüşə bilərəm. Çünki bu özü bir saat yarımlıq bir mövzudur. Biz qoşulmalıyıq, analiz eləməyə nə bilirsiniz, nəyi bilmirsiniz. Risk compliance çox, yəni risk compliance altında 500 fərqli ixtisas vardı, sahə vardı. Yəni hansı vakansiya? Biz müzakirə eləməliyik ki, sizin cari işiniz nədir? Cari işinizlə mi davam etmək istəyirsiniz, yoxsa hansı sahəyə keçmək istəyirsiniz? Hansı bacarıqlar lazımdır? Yəni bütün bunlar hamısı açıq sualları və biz bunları bir-bir müzakirə etməliyik. Mən sizin yoldaşlara bildirərəm, sizinlə detallı məlumat bölüşərik. Təşəkkürlər. Başqa bir sual var, daha doğrusu təklif var. CV nümunəsi paylaşsanız sevinərəm ümumi fikir yaranması üçün. İsa, bu cür təkliflərə necə yanaşırsan? Deməli, hazırladığım bir dummy CV var. Onun nümunəsini bölüşə bilərəm. Əmrə xanım, sizlə bölüşərəm onun nümunəsini. Sizə link göndərilən nömrəyə yaza bilərsiniz. Sonra sizinlə həmin CV nümunəsi bölüşülə bilər. Təşəkkürlər. Başqa hansısa bir suallar varmı? Yoxdursa biz məsələn danışa bilərik. Gəlin götürək məsələn konkret bir məsələn risk sahəsi, onun üçün bir karyer planı quraq. Hansı nəzəri biliklər, hansı texniki biliklər, hansı onlar üzərinə davam edək. Olar. Məsələn, mən dediyim kimi öz çalışdığım sahəni sizə vurğulayım. Mən Mərkəzi Bankda təcrübəyə başlamışam və Mərkəzi Bankda başlayandan biz orada iqtisadi təhlillər aparırdıq
və iqtisadi təhlillər dediyim ümumi makroiqtisadi və mikroiqtisadi biliklər tələb edən bir sahədir. Yəni siz məsələn iqtisadi risk faktorları arasındakı əlaqələri bilməlisiniz. Siz bilməlisiniz ki, ümumdaxili məhsul büdcəyə necə təsir eləyir və ya büdcə ümumdaxili məhsula necə təsir eləyir? Onlar arasında bir əlaqə varmı, yoxmu? Mərkəzi Bankın qərarları ümumdaxili məhsula necə təsir eləyir? Onlar arasında bir əlaqə varmı, yoxmu? Hansı kriz şəraitində mərkəzi banklar hansı qərar verməlidirlər? Məsələn, siz bilməlisiniz ki, 2015-ci ildə Azərbaycanda niyə devalvasiya oldu? Yəni bu sadəcə bir siyasi qərar idi, yoxsa bunun arxasında yatan iqtisadi qərarlar var idi? O iqtisadi qərarlar var idi təbii ki, bunun arxasında. Arxasındakı iqtisadi qərarların nə olduğunu bilməlisiniz. Və yaxud siz ümumən dünyada baş verən iqtisadi prosesləri yaxından izləməlisiniz. Bilməlisiniz ki, Trumpın tarif siyasəti dünya iqtisadiyyatına necə təsir edə bilər. Yəni sizə təklifim, ən əsas təklifim, birinci təklifim, əgər bu sahə üzrə, yəni siz makroiqtisadi biliklərinizi artırmaq, daha doğrusu lap sıfırdan başlamaq istəyirsinizsə və bu sahədə ümumiyyətlə bir məsələ, bir analiz apara bilmək qabiliyyətində olmaq istəyirsinizsə, ən gözəl başlanğıc, ən gözəl sadə başlanğıc, çox sadə başlanğıc Menkünün makroiqtisadiyyat kitabını oxumaqdır. Çalışın o kitabı oxuyun. Prezentasiyaları da var o kitabın və açıqdır, internetdə də çox rahat şəkildə tapa bilərsiniz. Və o kitabı oxuduqdan sonra sizin artıq təsəvvürünüz, Menkünün makroiqtisadiyyat kitabı, sizin artıq təsəvvürünüz yaranacaq ki, iqtisadiyyat nə deməkdir, makroiqtisadi əlaqələr necə formalaşır və bunlar bir-biri ilə hansı əlaqədədirlər, risk faktorlar bir-biri ilə hansı əlaqədədirlər və bu sizə çox kömək eləyəcək. Siz sadəcə bir intervyuya girəndə sizə verilən sualların artıq, mən deyərdim, 70-80%-ni bir kitab oxumaqla bilə bilərsiniz siz. Çünki sizə veriləcək verbal sualların çoxusu detallı suallar deyil. O bayaq verdiyim nümunədəki kimi, məsələn, Singapurun AAA reytinqli hansısa bir korporativ şirkətin istiqrazı ilə bağlı sual sizə verilməyəcək. Sizə eləyərik, qeyd eləyərik Fərid bəy, bəli. Sizə veriləcək sual daha çox o dünyadakı o əlaqələri bir-biri ilə birləşdirməkdir. Məsələn, sizə case study sualı veriləcək. Bayaq dediyim kimi, sizə sual veriləcək ki, Trump əgər Türkiyəyə tarifləri 15%-dən məsəl üçün 55%-ə çıxartsa, Türkiyə iqtisadiyyatına və Amerika iqtisadiyyatına nə baş verəcək? Sizə bu cür case study sualları veriləcək. Siz bunlara cavab verə bilməyiniz üçün siz birinci növbədə bilməlisiniz ki, tarif nəyi dəyişir? Faiz dərəcələrinə təsir edirmi, etmirmi? Mərkəzi Bankın qərarına təsir edir, etmirmi? İxracata, ixalata necə təsir edir, etmir? Siz bunların hamısını bir-biri ilə analiz edib bir nöqtəyə çıxmaq məcburiyyətindəsiniz. Yəni artıq işə qəbul imtahanlarında, işə qəbul testlərində o əvvəlki kimi inflyasiya nədir və yaxud da faiz dərəcəsi nədir, maliyyə nədir, biz elə öyrədirdilər əvvəllər, maliyyə nədir, o tip suallar verilmir. Yəni verilən suallar daha çox case study suallar olur və case study suallarında dediyim kimi sadəcə bir kitab oxumaqla siz 50-60%, bəlkə də 70-80% artıq tapa bilərsiniz ki, dünyadakı əlaqələr nədir, yəni iqtisadi əlaqələr bir-biri ilə nədir və ondan bir özünüz analiz edib bir yola çıxa bilərsiniz. İlk növbədə, yəni məsləhət görəcəyim şey budur. Fundamental biliyinizi artırın. Fundamental biliyinizi artırmaq üçün də bu başda bu kitab olmaqla iqtisadiyyat, makroiqtisadiyyat kitablarını oxuyun. Həqiqətən də çox maraqlı olacaq. Əgər sahə sizə maraqlıdırsa, bu kitabları oxumaq sizə çox maraqlı olacaq, çox rahat olacaq və bu kitabın Azərbaycan dilində olanı da var. Ancaq mən ingilis dilində olanı oxumağı məsləhət görürəm, əgər xaricə çıxartmaq istəyirsinizsə. Yəni vacib deyil burada olan hər kəs xaricə çıxmaq istəsin. Yəni elə bir məcburiyyəti yoxdur heç kimin. Xaricə çıxmaq uğur, Azərbaycanda qalmaq uğursuzluq deyil. Yəni ki, elə bir yanaşma içərisində olmayın heç vaxt. Önəmli olan siz özünüzü harda xoşbəxt hiss edirsiniz, orada olmağınızdır. Birinci növbədə bu, makroiqtisadiyyatı fundamental bilikləri yaxşı bilin. Yəni əgər bir senaryo development sahəsində işləmək istəyirsinizsə, makroiqtisadi senaryolar, risk senaryoları qurmaq istəyirsinizsə, birinci makroiqtisadi biliklərinizin yaxşı olduğuna əmin olun. İkincisi, indiki dövrdə artıq quant ekonomist anlayışı formalaşıbdır. Yəni ekonomist olmaq təkcə yetmir.
artıq siz quant ekonomist olmalısınız. Məsələn, yenə sizə bir case study nümunəsi verim. Bizdə bir Bolqarıstanlı əməkdaş işləyirdi. Mükəmməl iqtisadçı idi. Çox mükəmməl iqtisadçı idi. Yəni məndən qat-qat yaxşı idi, hər şeyi çox gözəl bilirdi, əlaqələri qura bilirdi, hər şeyi qura bilirdi. Ancaq texniki bilikləri 0 dərəcəsində idi. Yəni sadə deməyim, yəni biraz mürəkkəb olan Excel-də belə işləməyə çətinlik çəkirdi. O ki qaldı daha Python, R və s. SQL və s. tipli proqramlarda işləməyə. Ona görə məsələn o özü davam elətdirə bilmədi. Yəni artıq bir rəqabət bir yerdə ona icazə vermədi davam eləməyə və özlüyündə qərar verib işdən çıxmaq məcburiyyətində qaldı. Çalışıb texniki bilikləri artırmaq lazımdır. Texniki bilikləri gücləndirmək lazımdır. Mən məsələn bura gələndə Polşaya gedəndə birinci dəfə 2019-cu ildə mən Python biliklərim var idi, bayaq dediyim ölçüdə, SQL biliklərim var idi və s. Ancaq mənim R-la bağlı heç bir biliyim yox idi. Heç bir şey işləməmişdim, heç bir biliyim yox idi və mənə verilən işdəki birinci task R-la bağlı oldu. Birinci verdikləri iş R-la bağlı oldu. Və mən məcburən gecələri oturub işləyib, özümü inkişaf elətdirib 2 aylıq bu taskı eləmək məcburiyyətində. Amma o 2 aylıq taskı edib qutarandan sonra siz artıq özünüzdə elə bir özgüvən yaranır ki, ondan sonra fikirləşirsiniz ki, sizə qarşınıza artıq nə task versələr, siz bunu edə bilərsiniz. Çox rahat şəkildə. Ona görə də texniki biliklərinizi müəyyən səviyyəyə qədər artırın. O demək deyil ki, hər şeyi ən ideal şəkildə bilməlisiniz, amma müəyyən səviyyəyə qədər artırın ki, onun üstünə nəsə qoya biləsiniz. Siz işə gedəndə sıfırdan başlamaq məcburiyyətində olmayasınız. Sizə heç olmasa index match formulasını deyəndə, yəni index match formulasının nə olduğunu heç olmasa biləsiniz. Yəni bunu icra eləyə bilərsiniz. Bunu Python-da icra eləməkdən danışmıram. Hələ Excel-də icra eləməkdən danışıram. Python-da icra eləyə bilərsinizsə, lap gözəl. Çalışın texniki biliklərinizi gücləndirin. Üçüncü təklif eləyəcəyim şey, hansısa bir asset class deyirlər. Asset class-ı çox yaxşı bilin. Bir asset class-ı çox yaxşı bilin. Birim bilin, amma çox yaxşı bilin. Məsələn, uzun müddətli bondların bütün detallarını bilin. Məsələn, Bloomberg-də açıb bir xəbər oxuyanda ki, Treasury Yields belə dəyişdi, Treasury Yields elə dəyişdi. Siz bunu artıq gözü yumulu başa düşün ki, Treasury Yields deyəndə nədən söhbət gedir? Bu niyə dəyişdi? Dünənki Fedin rəhbərinin çıxışı bunu niyə belə bu yöndə etkilədi? Mən əvvəldən proqnoz eləməkdən danışmıram, amma yanlış anlamayın. O tradingə girir. Mən heç sözüm tradinglə o qədər çox məşğul olan biri deyiləm. Proqnoz eləmək ayrı şeydir. Olan hadisələri başa düşmək, qavramaq, onları analiz eləyə bilmək özü tamam başqa bir şeydir. Yəni siz türklər demiş, bəyaz yaxalı bir iş axtarsınızsa, sizə zaten bu yetərlidir. Yəni sizə analiz eləyə bilmə qabiliyyəti yetərlidir. Siz ona görə də bir sahəni, iki sahəni, bir asset klassı, iki asset klassı bilin, ancaq çox yaxşı bilin. Özəlliklə də dediyim kimi, əgər risk sahəsində işləmək istəyirsinizsə, iqtisadiyyat sahəsində işləmək istəyirsinizsə, müasir dövrün tələbləri olan mövzuları yaxşı bilin. Equity-ləri yaxşı bilin, bondları yaxşı bilin, onlar arasındakı əlaqələri yaxşı bilin. Məsələn, qızıl 4000 dolları keçibdi dünən. Qızılın niyə 4000 dolları keçdiyini bilmək lazımdır. Tarixdəki niyə ilk dəfə 4000 dolları keçdi, niyə bunu keçdi bilmək lazımdır. Qızılla equity ikisi də eyni vaxtda öz rekordlarını təzələdilər ki, dünən. Niyə təzələdilər ikisi də eyni vaxtda? Bunu bilmək lazımdır. Yəni siz karyera qurmaq istəyirsinizsə, sizə bu tip suallar gələcək. Sizə artıq o kitabda daha çox oxuduğumuz terminologiya sualları yox, bu tip suallar gələcək. Bu üç şeyi vurğulamaq istəyərdim. Dediyim kimi, istəyirsiniz rekap eləyim. Birincisi, makroiqtisadi bilikləriniz yaxşı olsun. İkincisi, texniki bilikləriniz yaxşı olsun. Quant ekonomist olun artıq, ekonomist yox. Üçüncüsü isə bir sahənin bütün detalları ilə bilməyə çalışın. Məncə isə mən suallara baxım. Çünki belə danışdıqca çox danışıram. Suallara baxım ki, insanların vaxtı boşuna getməmiş olsun. Baxaq müəllim, gəlin baxaq. Çox xoş, çox Baxaq birlikdə. Məhəmməd bəy soruşur ki, salam, təşəkkür edirəm webinar üçün. Mən kimya mühəndisi kimi bir şirkətində çalışmışam. İndi karyeramı dəyişmək istəyirəm. Asset management, investment management, hedge funds kimi sahələrə güclü riyazi və proqramlaşdırma bilikləri ilə qəbul olmaq nə dərəcədə mümkündür? Çünki bu sahələrdə karyera adətən
Gənclər hətta məktəb illərindən Spring Week-lərdə iştirakla hazırlaşmağa başlayırlar. Aha. Çünki bu sahələrdə karyeraya bir çox iş mühitlərim uğursuz olduqdan sonra siz dediyiniz kimi müraciətlərim uğursuz olduqdan sonra siz dediyiniz kimi ruh düşkünlüyünə uğramışam və düşünürəm ki, bəlkə artıq karyer dəyişməyə gecikmişəm. Sahə ekspert kimi fikirlərinizi bilmək istərdim. Birincisi, çox sağ olun sual üçün. Çox gözəl sualdır. Mən özüm də fikirləşmişəm bu sualı. Birincisi, bir müddət kimya mühəndisi işləyəndən sonra belə sahəyə keçmək, ən azından ona təşəbbüs eləmək özü böyük cəsarət tələb edir. Yəni ruh düşkünlüyünə düşməyin, özünüzlə fəxr eləyin. Birincisi bu. Yəni bu bəlkə də belə boş cümlə kimi səslənir, amma hamının eləyə biləcəyi bir şey deyil. Həqiqətən hamının eləyə biləcəyi bir şey deyil. Çünki insanlar artıq bir yerdə işləyəndən sonra müəyyən qədər maddi ehtiyaclarını ödəyəndən sonra bu cür qərarlar vermirlər adətən. Yəni bu özü böyük uğurdur. Birincisi ona görə özünüzü fəxr eləyə bilərsiniz. İkincisi dediyiniz düzdür. Bu sahəyə daha çox qraduatları götürürlər. Yəni ki, başdan başlayan və özləri, ən azından məsələn UBS-də, JP Morgan-da, City-də şirkətlər qraduatları götürüb özləri öyrədirlər, belə deyək. Texniki, fundamental biliyi olanları götürürlər, amma özləri öyrədirlər. Amma mən sizə bir nümunə verim. Mənim bir dostum var idi. Biz onunla Böyük Britaniyada birlikdə oxumuşduq. Yəni real кейslərlə danışmağa çalışacağam. Onun o vaxt 35 yaşı ya 34 yaşı var idi, səhv eləmirəmsə və İqtisadiyyat Nazirliyində işləmişdi. Tamamilə belə deyək, köhnə üsul işlərlə işləməyə öyrəşmişdi və s. Söhbət 10 il bundan əvvəldən gedir. Və Mərkəzi Bankda da bir müddət birlikdə işlədik. Daha sonra bunu istəmirəm. Mən auditor olmaq istəyirəm dedi. Mən bunu istəmirəm. Mən auditor olmaq istəyirəm. Mən sıfırdan başlamaq istəyirəm və auditor olmaq istəyirəm dedi. Və getdi 34 yaşında intern kimi Big Four-ların birində işə başladı. Yəni bu məsələn Big Four sizin dediyiniz o tələbələri götürürlər, aşağı belə deyə yaşdan deməyim, yəni qraduatdən daha çox götürürlər, gənclər götürürlər, işlədirlər söhbəti audit üçün də doğrudur. Həmin söhbət onlar üçün də keçərlidir. Əsasən elə olur. Amma getdi orada işlədi və üstündən 10 il keçib o əməkdaş, o dostumuz indi Lüksemburqda menecerdir auditor üzrə. Yəni bunu əksəriyyət eləmir. Əksəriyyət eləmir. Eləyib uğursuz olan da ola bilər. İradə məsələsi var, şans məsələsi var, çox məsələ var. Eləyib uğursuz da ola bilər. Amma cəhd eləməkdə heç bir ziyan yoxdur. Sizin üçün nə eləyə bilərsiniz? Siz yəqin ki, böyük şirkətlərə xaricə müraciət edirsiniz. Daha doğrusu 3 şey eləyə bilərsiniz siz. Birincisi, ən aşağı vəzifələrə müraciət eləyin. Yəni, əgər o sahəyə yenidən başlamaq istəyirsinizsə, ən aşağı vəzifədən başlamalısınız, hətta intern başlamalısınız. Yəni, sizi heç kim kimya mühəndisini yəqin ki, birdən-birə asset managementdə və yaxud da investment managementdə senior analist kimi işə götürməz, böyük ehtimal, realist olaq. Ona görə çalışın ən aşağı və əgər həqiqətən başlamaq istəyirsinizsə, aşağı vəzifədən başlamağa çalışın, bu dediyimiz dostumuz kimi. İkincisi, İSA kimi insanlarla əlaqə saxlayın, CV-nizi ona uyğunlaşdırmağa çalışın. Bir CV ilə çox işə müraciət eləməyin. Hər işin öz CV-si olmalıdır. Hər müraciət isə daha yaxşı bilər bu işlər, amma hər işin öz CV-si olmalıdır və hərəsində özünün key point-ləri olmalıdır. Siz asset management-lə investment management-də eyni CV ilə müraciət eləməyin. Çalışın. Üçüncüsü, ən azından fundamental biliklərinizi əmin olun ki, fundamental bilikləriniz var bu müraciət elədiyiniz sahələrdə. Müraciət elədiyiniz sahələrdə fundamental bilikləriniz olsun və texniki bilikləriniz də olsun. Elə bir vəziyyət, elə bir CV düzəldin ki, sizin kimya mühəndisi olub geri dönüş etmək istəyiniz bu əlavə göstərdiyiniz qabiliyyətlərin qarşılığında heç nə kimi qalsın orada. Və birbaşa xaricdən başlamamağa çalışın. Bu da 4-cü məsləhət. Birbaşa xaricdən başlamamağa çalışın. Asset management, investment management, hedge fund olmasa da Azərbaycanda şirkətlər var. Azərbaycanda sizi
fundamental bilikləriniz varsa əgər, aşağı vəzifədən işə götürəcək, sizə güvənəcək şirkətlər var. Həqiqətən əvvəlki vaxtlar kimi deyil. Artıq şirkətlər var və biliyə də üstünlük verən şirkətlər var. Azərbaycandan başlamağa çalışın. 1-2 il Azərbaycanda işləməyə çalışın. O sahə üzrə təcrübə yığın. Ondan sonra xaricə müraciət etməyə çalışın. Bəlkə onda daha uğurlu olar. Əgər Və, nəsə əlavə etmək istədiyiniz varsa, buyurun eləyin. və belə кейslər, yəni xeylidir, onlarladır. Mənim də belə xeyli konsultantım var. İndi bir nəfər yadıma düşür, məsələn, Azərbaycanda procurement sahəsində işləmişdi və bura gələnlərə bildirdi ki, mən procurement işləmək istəmirəm, amma banka keçmək istəyirəm. City-də də hazırda, yəni çox həqiqətən yaxşı pozisiya, çox yaxşı departament iş təklif əldə etdi və başladı orada. Yəni bir iş yoldaşım var bizim hazırda komandada, testing automation ekspertdir. Türkmenistanlıdır və 45 yaşında 3 uşağı, özü danışır hekayəsini, həqiqətən çox fərqli bir hekayəsi var. 45 yaşında 3 uşağı ikən gecə növbəsi deyir işləyirdim və Amerikadan kurs götürmüşdüm. Yoxsa yəni Asiyadan səhər 6-da işdən gəlirdim, 7-də dərsə qoşulurdum. 3 saatlıq dərsə, yəni bunu 4 ay məşğul oldum. Sahəmi dəyişdim ki, yəni gedib mən testing automation öyrənmək istəyirəm və hazırda komandada testing automation eksperti, yəni belə onlarla кейslər var. İstəyirsinizsə, Məhəmməd bəy, yəni çox bəllidir qaydası. Başlayın, mövzuları hətta bayaq biz müzakirə elədik. Başlayın, öyrənin, portfolio toplayın. Bayaq mənim qeyd edirdi quantitative, məsələn, modeling, məsələn Python bilmək. Python bilməyi necə ölçürlər? Hazırda biz məsələn CV-lərə deməli Git əlavə edirik, Git profil əlavə edirik, yəni portfolio əlavə edirik. Məsələn, öyrənmisiniz Python, öyrənmisiniz statistika, məsələn, öyrənmisiniz ekonometrika, öyrənmisiniz məsələn maliyyə bazarları, yəni hansı maliyyə alətləri haqqında açıq datalar var. Götürün, model qurun, hansı analiz edin, kodların nəticəni bir description yazın haqqında, bir rey yazın haqqında, report kimi hazırlayın, əlavə edin Git profilinizə, Git hesabı yaradın və ya Kaggle hesabı yaradın. Fərqi yoxdur, Google Drive hesabı yaradın. Bir Word faylı əlavə edin ora və onu CV-nizə əlavə edin, görün necə nəticəni dəyişəcək. Yəni çox bəllidir qaydası. Mövzuları öyrənmək lazımdır. Artıq siz artıq elə bacarıqlara sahib olanda ki, məsələn, adanın finansını, iqtisadın finansını, maliyyəsini bitirən şəxsdən siz hazırda daha çox şey bilirsiniz və ondan geri qalmırsınız. Bayaq ki, kimə mühəndissiniz və ya məsələn yaşınız 30-dur. Yəni çox bəllidir ki, sizi seçəcəklər ki, bunu edən onlarla şəxslər var. Belə. Sadəcə yorulmayasınız, çətin prosesdir, asan proses deyil dəyişmək. İstəyirsinizsə, amma ruhdan düşməyin. Bəli, amma istəyəndən sonra yəni heç çətin olmur. Yəni sadəcə istəyirsə üstünə gedin. Çalışın, ruhdan düşməyin. Azərbaycandan başlamağa çalışın. Azərbaycandan başlamağa çalışın. Mümkündürsə, maddi durumunuz imkan verirsə, yaxşı kurslar götürün. Hətta əlavə təhsil ala da bilərsiniz. Yəni sırf CV-də olsun deyə. İndi rəsmi diplomun, təhsilin o qədər də önəmi qalmayıbdı artıq. Ancaq yenə də CV-də o ATS-dən keçmək üçün bunu da nəzərə ala bilərsiniz. Kamran bəy soruşur ki, Kərəm bəy soruşur ki, zəhmət olmasa süni intellektin risk modelinqlə əlaqəsini gələcəkdə bu işin AI tərəfindən edilə bilərmi? Edilsə, gələcəyi necə olacaq haqqında fikirlərinizi bölüşün. Məsələn, 5-10 sonra. Hətta gəlin mən sualı biraz da əlavə edeyim icazənizlə. Buyur. Yəni bankingdəki risk modeling sahəsini bu dünyanın top braket bankları idarə edir. Düzüm, yəni nə yenilik olursa demək ki, oradan başlayır. Nəzəri olaraq deyə bilərik ki, yeniliklərin bir hissəsində həm də siz etmiş olursunuz. Yəni ilk demək olar ki, adımların bəzilərini siz etmiş olursunuz. Yəni nəzər olaraq əslində. Özümüz öz işlərimizi gələcək üçün ləğv edirik, bəli. Bəli, məsələn necə görünür hazırda həm sizin perspektivinizdən, həm də bəlkə işdə hazırda AI tətbiq olunur mu? Bəli, işdə artıq AI tətbiq olunur. UBS ən öndə gedən şirkətlərdən biridir AI-ın tətbiqində. Amma sizin axırda verəcəyiniz sualın cavabını əvvəlcədən verim. AI bizim işimizi əlimizdən alacaqmı? Yox. Almayacaq. Bu mənim öz fikrimdir. AI bizim işimizi əlimizdən almayacaq. Əgər biz AI ilə ayaqlaşa bilsək. AI artıq öz bəhrələrini verməyə başlayıbdır. Məsələn, mən sizə bir nümunə verim. Bizdə elə bir senaryolar mərkəzi banklardan gəlir bizə senaryolar və onların narrativləri olur. Narrativ dediyim, yəni məsələn 3-5 səhifəlik PDF-lər olur. O PDF-lərdə senaryonun nə olduğu izah olunur. Yəni bu senaryo Amerikada hansısa bir krizisdən başlayır, Çinə sıçrayır, oradan ora. Məsəl üçün bir senaryo, narrativ olur. Əvvəllər bu narrativi oxumaq üçün iqtisadçılar lazım olurdu. Hələ də yəni var onlar, amma yəni
onlar lazım olurdu. Onlar oxuyurdular və analiz edirdilər, onun içindən key pointləri çıxardırdılar. İndi onu AI eləyir artıq. Artıq biz onu yüklüyük AI-ya deyirik ki, bizə buradan bu PDF-in içindən bizə key pointləri çıxart, biz ona uyğun ssenariyo quraq. Və ona uyğun da ssenariyo qurulur. Əgər o ixtisasçı özünü inkişaf elətdirməsə, özü də AI ilə işləməyi bacarmasa və yaxud da AI sahəsi üzrə özünü inkişaf elətdirməsə, bir müddət sonra əlbəttə ki, onun işi əlindən çıxa bilər. Yəni çıxacaq demirəm, amma çıxa bilər. Bir müddət sonra əlindən çıxa bilər. Amma bizə işdə bizim məsələn menecerin səmimi şəkildə, ən azından səmimi olduğuna inandığım şəkildə bizə dediyi budur ki, çalışın siz şirkətdə işlədiyiniz işin bağlantılarını yaxşı bilin. Bağlantılar çox önəmlidir. AI sizə hansısa texniki işi görüb qutara bilər. Məsəl üçün, siz bilin ki, senaryo dizayn niyə lazımdır? Bu sonra kapitalın hesablanmasına hansı formada təsir göstərəcək? O kapital daha sonra şirkətin profitability-sinə hansı formada təsir göstərəcək? Şirkətin profitability daha sonra səhm qiymətlərinə hansı formada təsir göstərəcək? Bu bağlantıları siz yaxşı bilsəniz, ümumi sıfırdan axıra qədər ki, o bağlantıları yaxşı bilsəniz, AI sizin işinizi əlinizdən almaz. AI sizə kömək eləyər əksinə. Məsələn, AI bu dəqiqə bizə kömək eləyir hələ ki. Mən indi uzun müddətli AI həqiqətən bunları da görə biləcək səviyyəyə çatacaq və artıq heç bir insana heç bir yerdə ehtiyac qalmayacaq. Məsələlərlə çox da razı deyiləm. Mənim şəxsi fikrimdir bu. Biraz şişirdildiyini düşünürəm. Ancaq özünüzü inkişaf elətdirməyə çalışın. Özünüzü mütləq inkişaf elətdirməyə çalışın. Məsələn, öz şəxsi marağınızı tapın və o şəxsi marağınızı AI ilə inkişaf elətdirməyə çalışın. İşi kənara qoyun, işi bir kənara qoyun, işi işlədiyinizi, yəni maaş almaq üçün işlədiyinizi bilirik, hamımız onsuz da eləyik. İşi kənara qoyun, öz bir marağınızı tapın və o marağınıza AI hansı formada təsir göstərə bilər, onu analiz eləyin. Əgər siz onu analiz eləyəndə generative AI modellərinin içinə girə bilərsinizsə, onları da öyrənə bilərsinizsə, özünüzə biraz da, necə deyərlər, o işinizə töhfə verəcək formada əlavə modelləşdirməni, Gen AI modelləşdirməsini öyrənə bilərsinizsə, onu eləməyə çalışın. Yəni, oturub qətiyyən AI gələcək zaten, onsuz da bu işlərin hamısı əlimizdən çıxacaq, inkişaf elətdirməyə ehtiyac yoxdur özümüzü deyə düşünməyin qətiyyən. Gələcəkdə AI bizim köməkçimiz olmalıdır, olacaq. AI bizim işimizi əlimizdən almayacaq. Yəni, bundan əminəm. Ən azından mən öz adıma əminəm. Eyni case SimCorp-da artıq hətta bizim belə də team lead keçirdilər. Yəni AI tətbiqi haqqında bir layihə başladılar və ora rəhbər kimi keçirdilər. Yəni o məşğul olacaq ancaq bundan və növbəti aydan artıq tətbiqi başlanılacaq. Amma eynən, yəni sadəcə kömək eləmək üçün burdadır. Bəli, kimlərin işini alır 100%. Hətta mən deyim ki, City-də mənim axırıncı layihəm orada operations-ın avtomatlaşdırılması ilə bağlı idi və hədəf bir FT-ni azaltmaq idi. Yəni sonda 6 aylıq bir layihə idi. Onu yekunlaşdırandan sonra bir nəfəri işdən çıxarmaq idi nəzəri olaraq. Yəni bu tətbiq olunur. Amma əgər siz özünüzü ixtisaslaşdırsanız, daha yaxşı olsanız, yəni o full operations edəni bəli əvəzləyəcək. Amma siz daha yaxşı olsanız, əlaqələri bilsəz, artıq həqiqi dəyər yaratmağa biz davam eləsək, onda AI sadəcə bizə kömək edəcək və biz bundan qorxmamalıyıq. Əksinə bu əla bir şeydir. Yəni ondan istifadə etməliyik. Bir də mən öz fikrimdə bölüşüm. İşdən çıxartmaq xaricdə çox baş verir. Yəni bunu biləsiniz. Yəni Azərbaycandakı kimi deyil. İşdən çıxartma həddindən artıq çox baş verir. Çünki burada mən bir şey bildim və ömür boyu oturub ondan işləyəcəm, yaşamaq olmur, mümkün deyil. Gərək davamlı olaraq özünüzü inkişaf elətdirəsiniz. Bəli, bu yorucu bir şeydir, bu yorucudur. Amma əgər bu yola baş qoyursunuzsa, onu da gözə almalısınız. Siz davamlı şəkildə özünüzü inkişaf elətdirməlisiniz. Və ikinci bir şey də vurğulayım. Culture çox önəmlidir. İnsanın xarakteri çox önəmlidir. İşlərdə mənim ən azından bu 7 illik təcrübəmdə gördüyüm odur ki, işlərdə sadəcə bu insan yaxşı işləyir, bu insan heç yaxşı işləmir, onu işdən çıxardaq kimi baxmırlar. Bu insan bizim şirkətə, bizim dəyərlərimizə uyğun biridirmi baxıb işdən çıxardırlar adətən.
Əgər o dəyərlərə uyğun deyilsənsə, həqiqətən çox savadlı olsan belə işdən çıxarda bilirlər səni vaxtı gələndə, yəni bir imkan düşəndə. Amma o dəyərlərə uyğun olanda onda saxlayırlar səni. Hətta sən müəyyən qədər e, belə deyək, hardasa bir geridə qalsan, amma sənin o dəyərlərə uyğun olduğu biləndə, sən bu il zəif performans göstərdiyi, amma qarşıdakı il öz-özündən utanaraqmı deyim, yoxsa nəticə çıxardaraqmı deyim, daha yaxşı olacaqlığı bildikləri üçün səni işdən çıxartmırlar. Yəni bununla nəzərə almaq lazımdır. Xarakter çox önəmlidir. Mən UBS-ə gələndə ilk yaşadığım culture şoklardan biri idi. Təzə başlamışdım. Daha sonra, 2 ay sonra təxminən bir neçə MD-ni işdən çıxartmışdılar. İşlədiyim birbaşa MD-ni işdən çıxartmışdılar. Yəni, biraz qorxulu görünmüşdü. Yəni UBS kimi şirkətlərdə, böyük şirkətlərdə bu çox baş verir. Daha çox yüksək rütbəli, yüksək vəzifəli şəxslərin işdən çıxarılmağı olur. Dediyim kimi bazarın tələbləri də artıq bu müəyyən yerdən sonra. Amma bunları mən indiyə qədər mənim gördüyüm təcrübə odur ki, AI etməyibdi. Yəni indiyə qədər ən azından AI etməyibdi. Şəxsin özünün aşağı performansı və yaxud da ondan daha yaxşı, daha güclü performans eləyən bir şəxsin olmağı edibdi. AI yox. Hələ ki AI etməyibdi. 5-10 il sonra AI edəcəkmi? Dediyim kimi, mənim fikrimcə yox. Mənim fikrimcə AI ayaqlaşacağıq və AI əksinə insanlara köməkçi olacaq. Bəli, keçək növbəti suala. Gün Bəqəy deyir ki, salam, CFA sertifikatının önəmi qalıbmı, yoxsa daha çox texniki toolları öyrənsə yaxşı olar? Bir dənə də əlavə edeyim. FRM-i də soruşan var idi, yəni qeydiyyatda. Nə düşünürsünüz FRM CFA sertifikatları haqqında? Önəmləri tamamilə itib deyə bilmərəm. Hələ də CV-də CFA-in, FRM-in olmağının az da olsa köməyi qalır, az da olsa köməyi qalır. Ancaq siz CFA, FRM öyrənmək əvəzinə, CFA, FRM imtahanlarını vermək əvəzinə daha praktiki olan şeyləri öyrənsəniz daha yaxşı olar sizin üçün. Məsələn, siz CFA imtahanı əvəzinə özünüzə trading portfolyosu yığıb onu iddia eləsəniz ki, mən daha yaxşı traderəm, mən artıq 5 il ərzində filan qədər məbləğə çıxarda bilmişəm. Məsəl üçün deyirəm bunların hamısını. Siz CFA-dən daha çox hörmətə layiq olacaqsınız. Və yaxud da FRM-də həmçinin siz FRM-i öyrənə bilərsiniz, amma FRM-in eləyə bilmədiyi hansısa, daha doğrusu FRM-in sizə öyrətmədiyi hansısa bir risk modelləşdirməni daha yaxşı bilə bilərsiniz, daha dərindən bilə bilərsiniz və buna uyğun hansısa bir portfeliniz ola bilər. Məsələn, hansısa bir konsultant kimi hansısa bir şirkətə xidmət göstərmiş ola bilərsiniz və bu sizə daha çox uğur gətirər, nəinki FRM-lə. Amma yox, əlinizdə portfel yoxdursa, əlinizdə başqa imkanlar, başqa seçimlər yoxdursa, bunu texniki toollara əvəz edici kimi görmürəm, texniki toollara tamamlayıcı kimi görürəm. Çalışıb, əgər imkan varsa, yəni siz Python-u öyrənim, amma CFA-yi öyrənməyim, Python-u öyrənim, amma FRM-ə heç baxmayım. Yəni sual budursa, yox, onunla razı deyiləm. Hər ikisini bilmək vacibdir. Biri sizə fundamental bilik verir, ikincisi o fundamental bilikləri eləmək üçün texniki imkanlar verir sizə. Başqa bir şey eləyə bilərsiniz. Texniki biliklərinizi artıraraq gözəl kurslar var indi. Şirkətlərin kursları var, universitetlərin, MIT-nin açıq kursları var. O kursları götürüb öyrənə bilərsiniz FRM əvəzinə. Ancaq yəni birini edin, birini etməyim, ondan razı deyiləm. Məncə sertifikatlar yəni nəticəni sürətləndirməyə çox kömək edir. Bunu şəxsi təcrübəmdə görmüşəm, konsultantlarımın təcrübəsində. Yəni əgər məsələn sizin 1 il təcrübəniz, 2 il təcrübəniz, plus CFA-niz varsa, məsələn növbəti levela daha rahat keçəsiniz. Və ya 2 level yuxarıya daha rahat keçəsiniz. Hətta hazırda qoşulmuş yoldaşlar arasında bir konsultantım var, hansı ki, yəni City-də idi, eyni tətbiq etdi və daha yəni pozisiyasını dəyişdi və əminəm ki, yox, təcrübədən görünəndə ona çox kömək elədi. Bu Yox, razıyam. Sertifikatların önəmi hələ ki tamamilə itməyibdi. Yəni ondan razı deyiləm. Hətta mən deyərdim sertifikatların önəmi diplomdan daha çoxdur indi. Bəlkə çox adam razılaşmayacaq, amma hələ də sertifikatların önəmi var, özəlliklə bu sertifikatlar. Hətta mən deyərdim, maddi imkanınız icazə verirsə sizə, digər sertifikatı alın. OBC nə idi o? Quantitative Risk Management diyor. Deyəsən QRM səhv eləmirəmsə, dəqiq deyərəm sizə. Amma çox bahadır o. Yəni məsələn, o daha çox üstünlük verir. Onu alıb
dərhal bir ay sonra daha yaxşı bir iş təklifi alan bir əməkdaş tanıyıram məsəl üçün. Yox, sertifikatların önəmələ getməyim. Çalışın paralel aparmağa çalışın. Zaten bir şey öyrənmək insanı burnout eləyər. Mən məsələn Python'ı öyrənəndə onunla paralel Alman dili öyrənirdim. Paralel olsun deyə. Yəni başqa bir şey olsun deyə. Yəni eyni şeyi eyni anda sadəcə bir şeyə fokuslanmaq insanı həqiqətən beyninə çox ziyan edə bilər deyə düşünürəm. Çalışın vaxtınızı daha səmərəli istifadə edin. Buyurun Kamila xanım. Salam, hər vaxtınız xeyir. Səsim gəlir, eşidirsiniz? Gəlir, bəli, eşidirik. Birinci sizi salamlamaq istəyirəm. Çox təşəkkür edirəm. Səsimə görə üzr istəyirəm. Xəstə olduğum üçün biraz qısıq səslə danışıram. İsa bəyə çox təşəkkür edirəm belə bir belə bir seminar hazırladığınıza görə. İsa bəyin əslində mən köhnə şirkət əməkdaşıyıq İsa bəylə. Özü tanıyır şəxsən məni. Mən Access Service'də Citibank'da uzun müddət işlədim və hazırda başqa ölkədə yaşayıram. Yəni əvvəl Polşada yaşayırdım, yenilikcə Avstriyaya keçmişəm. Mən açıqcası sahə dəyişmək istəyirəm. Çünki indi hazırda yaşadığım ölkədə təəssüf ki, işlədiyim sahə üzrə iş tapmaq biraz çətindir. Yəni Access Service'də demək olar ki, burada iş anları yoxdur. Ona görə düşünürəm ki, risk üzrə mənim üçün daha çox uyğun pozisiyalar var. Ona görə siz mənə nə tövsiyə edərdiniz? Mən hazırda hansı bilikləri özümdə, çünki mən artıq investisiya sahəsində uzun illər işlədiyimə görə ən azından bu barədə çox düşünürəm ki, biliklərim kifayət qədər var. Mən sadəcə olaraq risk sahəsi üzrə hansı belə deyim də, bilirəm ki, risk asset managementin özündə də belə, yəni çoxlu bölmələr, çoxlu departmentlər var idi ki, hansı ki, hər tim başqa bir işlə məşğul olurdu. Ona görə mənə nə tövsiyə edərdiniz? Mən hansı belə deyim, sahə üzrə, riskdə hansı bir bölüm üzrə gedərdim və mənim üçün daha uyğun olardı. Çünki mən asset managementdə işlədiyimə görə düşünürəm ki, mənə uyğun belə deyim də, bayaq İsa bəyin vurğuladığı kimi iş bölgüsü hansı daha mənə uyğun gələr? Bəli. Birincisi yenə gözəl bir, yəni də bir qərar vermək özü uğurlu bir şeydir. Yəni buna görə həmişə özünüzlə fəxr eləyin. Polşaya gəlmisiniz, Polşadan Avstriyaya keçmisiniz. Yəni çətin qərarlardır, asan qərarlar vermirsiniz. Ona görə də həmişə özünüzlə fəxr edin və qarşılaşdığınız çətinliklərdə verdiyiniz çətin qərarların bir meyvəsi olaraq görün. Birincisi bu. Yəni ruhdan düşməyin. İkincisi, Avstriya ilə bağlı çox məlumatım yoxdur. Əgər Avstriyada sizi öz sahənizdən belə deyək, küstürən əsas məqam Avstriyada işlərin dilə görə olmamağıdırsa, birinci Alman dilini öyrənməyə çalışın deyərdim. Məsləhət görərdim. Təbii ki, bu sizin şəxsi qərarınızdır, amma birinci Alman dilini öyrənməyə çalışın. Yəni vaxtınızı heç olmasa bir ilinizi ona sərf eləyin. Amma risk sahəsinə keçmək istəyirsinizsə, bu özü də gözəl bir şeydir. Mən bir mənalı sizə iki şey məsləhət görərdim. Birincisi, FRM oxuyun. FRM-i mütləq oxuyun. İmtahanını verərsiniz, verməzsiniz, sizin biləcəyiniz işdir. Məndən olsa verərsiniz imtahanın ikisində. Bir ili hər ikisini verib qutara bilərsiniz. Vaxtınız varsa əgər. FRM-i oxuyun, çünki FRM sizə fundamental risk biliklərini verəcək və onun içindən sizə maraqlı olan sahəni də oradan tapa biləcəksiniz. Mənim düşüncəmcə ikinci məqamda o idi ki, mənim düşüncəmə görə sizin üçün uğurlu olacaq sahə market riskdir. Çünki siz asset managementdə işləmisiniz, səhv eləməmsə dediniz və sizə maraqlı ola biləcək sahə kredit risk və yaxud da counterparty risk və yaxud da senari analiz deyil. Market risk sizin üçün daha maraqlı ola bilər. Ona görə də çalışın birinci FRM oxuyun. FRM-in içindəki fundamental bilikləri öyrənin və daha sonra sırf market risk sahəsi üzrə ixtisaslaşmağa çalışın. Məncə bu daha uğurlu olar sizin üçün. Nəinki ümumi olaraq sizin dediyiniz kimi bütün risk sahəsi üzrə ixtisaslaşmağa çalışmaqdan. Çox sağ olun. Çox sağ olun məlumat verdiyinizə görə. Əsas mənə lazım olan cavab buydu. Çox sağ olun. Çünki mənim əsas çətinliyim dil deyil də, sadəcə olaraq təəssüf ki, mənim yaşadığım ölkədə belə deyim də, yəni məcbur vəziyyətdə qaldığım üçün
sahə dəyişməliyəm. Çünki Başa asset düşdüm. managementdə sahəsi üzrə, çünki mən hazırda aktiv olaraq yəni yaşadığım ölkədə iş axtarıram. Hı hı. Və yəni qarşılaşdığım ancaq sahələr iş üzrə, yəni compliance, risk bu üzrə daha çox işçi tələb olunur. Asset managementdə demək olar ki, işçi axtarmırlar asset management üzrə. Mən belə başa düşdüm ki, yəni görünür ki, ya tələbat yoxdur, ya da ki bilirsiniz də bəzi şirkətlərin məsələn filialları başqa ölkələrdə olur Düzdür. və məsəl üçün asset management ola bilsin ki, mən yaşadığım ölkədə deyil, başqa bir ölkədə fəaliyyət göstərdiyinə görə hazırda məsəl üçün mənim yaşadığım ölkədə asset managementə işçi lazım olmur və yaxud da o department olmadığına görə işçi axtarmırlar da, belə deyək. Hı hı. Ona görə düşünürəm ki, sizin dediklərinizə əməl edəcəm və yəni ümid edirəm ki, o üzrə iş tapa bilərəm. Çox sağ olun. Uğurlar, siz də sağ olun. Bir də bir şeylə də maraqlanın. Avstriyanın özünün bankları var. Məsələn, Raiffeisen bankı. Yəni Bəli. o banklarda çalışan əgər tanış Azərbaycanlı tapa bilsəniz, daxili referrallara üstünlük verməyə çalışın, əgər mümkündürsə. Mən özüm də baxaram, əgər görüm Raiffeisen bankda çalışan tanış var yoxsa yoxdur. Tək o yox, ümumiyyətlə oradakı banklarda. Mən buradakı banklarla maraqlanmışam. Burada çox yəni banklar var. Hətta burada bəlkə tanıyarsınız o şirkəti. Bitpanda şirkəti var ki, hansı ki onlar da financial yəni institution kimi gedirlər və onlar da yəni daimi olaraq financial analist axtarırlar. Məsələ odur ki, refer məsələsində biraz tərəddüd eləyirəm. Çünki uzun illər Polşada investisiya banklarında işlədiyimə görə biraz məsələ də ondan ibarətdir ki, son illər bu iqtisadi vəziyyətlə əlaqədar yəni mən biraz düşünürəm ki, bəzi şirkətlər referə pul ayırmamaq üçün yəni referallara çox üstünlükmü vermirlər və yaxud yanmı keçirlər? Biraz ona görə açıqcası bilmirəm. Yəni ki, tərəddüd eləyirəm. Çünki mən özüm hazırda Polşanın özündə yaşadığım müddətdə, yəni özüm başvuranda daha çox zəngilər və yaxud daha çox rekrutment prosesinə cəlb olunurdum. Nəinki kimsə məni refer eləyəndə. Eyni şirkətdə özüm də müraciət eləmişəm, refer də olmuşam. Referə zəng vurmayıblar, amma özüm müraciət elədiyimə zəng vurub intervyuya çağırıblar. Ola bilər, bu bir müşahidədir. O müşahidə haqqında bir şey deyə bilmərəm təbii ki. Bəli. Mənim müşahidəm onun əksi idi. Mən daha çox referralların kömək elədiyini düşünürdüm. Ancaq müddətdən müddətə, şirkətdən şirkətə fərq ola bilər. Dəyişir, bəli. Şirkətdən şirkətə fərq ola bilər. Hətta Ona sizi görə refer edən şəxsə görə belə dəyişir. Yəni məsələn, Ola İlham bilər. müəllim riskdə seniordur və o risk pozisiyasına kimsə refer etsə, rekruter baxacaq ki, bir senior bir risk pozisiyasına bir nəfər refer edib. Makes sense, Aha. makes sense. Amma məsələn, bir junior risk sahəsində bir senior məsələn birini refer etsə, bu referala bəzən də baxılmır. Yəni bunlar praktik olaraq da vəziyyət necədir? Ona görə də refer edən şəxsə, hətta yəni bunu birbaşa yəni referala baxmırlar. Buna görə bunun üzərinə atmamağı deyərdim seçək. Referral yaxşıdır, referral baxmaq. Bir də Kamila, deməli, bir neçə məqamı qeyd edeyim. Həm Kamilanın belə deyək də simasında karyera dəyişikliyi etmək istəsin. Çünki karyera dəyişikliyi etmək həqiqətən çətindir. Mən özüm də dəyişiklik etmişəm və çoxlu xeyli şəxslərlə işləmişəm karyera dəyişikliyi üçün. Sahə dəyişərkən bu keçəcəyiniz sahənin perspektivləri, yəni seçim edərkən sahənin perspektivlərindən öncə sizin cari bacarıqlarınız, cari təcrübəniz və maraqlarınız üzərindən getmək lazımdır. Yəni məsələn, əvvəl işləyirdim məsələn asset servicingdə də, düzdürmü? Asset servicing investment bankingin operations test. Burada sizə nə edirdim? Məsələn, danışmaq lazım ki, statik data idimmmi, yoxsa məsələn settlement tərəfində idimmi, confirmation tərəfində hansı tərəfində idim? Yəni asset servicing çox böyük bir departamentdir, altında müxtəlif işlər var. Və bunları danışandan sonra ki, məsələn, settlementdə idinsə, onda sən payment tərəfə gedə bilərsən. Statik datadasansa, statik data bir çox pozisiyada var. Baxmaq olar statik data hansı tərəfə keçmək olar. Confirmation-dasansa digər ixtisasa getmək olar. Yəni ona görə də və həmçinin məsələn risk management ümumiyyətlə hər sahənin bir profili var da. Məsələn, bəzi şəxslər var ki, mən PhD eləyəcəm deyir, amma o şəxsdə o PhD xarakteri yoxdur da. Çünki PhD özü bir xarakterdir. Risk management eynən siz yəni hər gün analiz edəsiniz,
kod yazasınız, araşdırma edəsiniz, riyaziyyatla məşğul olasınız, demək olar ki, yəni hesablamalarla məşğul olasınız. Əgər bu sizə uyğundursa, bunu etməkdən zövq alırsınızsa, bu sizə maraqlıdırsa bunu etməyə dəyər. Çünki bu dəyişiklik asan deyil, sahə də asan deyil, öyrənmək də asan deyil, xeyli vaxt istəyir. Əmin olmaq lazımdır ki, bunu həqiqətən istəyirsinizmi və bu sizin üçündürmü? Yəni bu mən zəifəm, yəni o sahə çətindir, məndə alınmaz bu perspektivdən yox ha. Yəni mənə uyğundurmu yoxsa yox? Məsələn, development mən çox sevirəm, amma mənlik deyil. Yəni bacararamı? Bəli, bacararam, amma etməkdən xoşum gəlmir. Yəni o perspektivlidir, bəli, mükəmməl, amma mənlik deyil. Bunu anlamaq lazımdır ki, sizin cari bacarıqlarınız necədir, təcrübəniz necədir, nədən xoşunuz gəlir? Bunları müzakirə edib onun üzərindən seçim etmək lazımdır artıq və nələr lazımsa boşluqları doldurmaq lazımdır. Çox sağ ol sualın Çox üçün. təşəkkür edirəm. Çox təşəkkür edirəm vaxtınızı ayırıb cavablandırdığınız üçün. Çox sağ olun. Çox sağ olun Kamila xanım. Fərid bəyin bir dənə sual var. Mən onu deyəsən keçdim Kamila xanıma keçənə qədər. 1 illik müqavilə artımı təklif ediblər. Dediyiniz spesifik sahə yönümlü detallar öyrənmək üçün bu period məqsədə uyğundur. 1 il hər şey üçün bəsdir. 1 ilə hər şey eləmək olar. Sıfırdan yeni bir dil öyrənmək olar. Bir sertifikatın bütün mərhələlərini verib qurtarmaq olar. 1 ilə hər şey eləmək olar. Yəni hamısını yox ha. Bir şeyi seçib, amma onu başdan ayağa tamamilə bitirmək olar. Əgər sualı düz başa düşdümsə, 1 il kifayət qədər məqsədə uyğundur və 1 ilə bunları eləyə bilərsiniz. Sadəcə o 1 ili necə istifadə etməkdən asılıdır. Yəni gün ərzində neçə saat oxumaqdan, neçə saat hazırlaşmaqdan asılıdır. UBS-də işçi alımları olurmu son zamanlar? Vakansiyalar son zamanlar ancaq repost olur və ancaq rejectlər gəlir. Yox, UBS-də demək olar ki, external hiring dayanıb. Demək olar ki, external hiring yoxdur. Sadəcə bəzi timlərə, hansı timlərə ki, çox önəmli ehtiyaclar var, o timlərə eksternal vakansiyalar var. Daxili vakansiyalar açıqdır. Çalışırlar ki, daxildən doldursunlar vakansiyaları. Çünki UBS-in özündə ciddi işdən çıxarmalar gedir bu dəqiqə. Ona görə də hazırda sizə çoxlu repost görməyiniz və çoxlu rejectlər gəlməyi normaldır. Hələ ki normaldır, amma 2026 sonuna yəqin ki düzələcək. Biraz səbirli olmaq lazımdır. Bu kredit suyu sonrası Yaşanan dalğalanmanın bəli, kredit suyu. Çünki 60 min işçisi var idi UBS-in və bir o qədər də kredit suyundan gəldi. Yəni hər pozisiya üçün 2 nəfərin olduğunu düşünün, ən azı. Və ona görə də bu baş verir. Normal, sağlam yenilənmə deyərdim mən ona. Şövkət Seyidli, əgər düz bilirəmsə bizim sənin tələbə yoldaşındır. Salam İsa və Elxan müəllim, sizə işlərinizdə uğurlar arzulayıram, gözəl işlər görürsünüz. Mənim sualım xaricdə təhsilim olmadan Azərbaycandakı risk üzrə təcrübə və FRM ilə xarici banklarda işə düzəlmə şansım nə qədər olar? Yəni xaricdə təhsilimin olmaması rəqabətliyimi azaldırmı və birbaşa distant işə qəbul olma təcrübə ilə qarşılaşmısınızmı? Mən özüm birbaşa işə qəbul olmuşam, Şövkət. Mənim xaricdə təhsilim var, düzdür, amma mənim DFRM-im yox idi. Səndə də xaricdə təhsilin yoxdur, ancaq Azərbaycandakı risk sahəsi üzrə işləyirsən və FRM-in var. İşə düzəlmə şansın kifayət qədər yüksəkdir. Sadəcə bir şey nəzərə alın çalışın. Azərbaycandan Polşaya, Çexiyaya, Macaristana çıxmaq daha asandır. Yəni qətiyyən bu ölkələri underestimate eləməyin. Həqiqətən də underestimate olunacaq ölkələr deyillər. Gedin, görün, imkan varsa sadəcə gedin, gəzin, görün və görəcəksiniz ki, kifayət qədər Avropadılar. Hətta mən deyərdim Western Avropadan bəzi şeylərdə daha üstündülər. Ola bilər bəzi şeyləri geridilər, amma bəzi şeylərdə daha üstündülər. Yəni qətiyyən fikrinizi sadəcə mən Frankfurta getməliyəm, mən Londona getməliyəm, mən Parisə getməliyəm kimi yanaşmasaz, çoxdur, yüksək, şansınız kifayət qədər yüksəkdir. Rəqabətliliyi çox ciddi azaltmır. Mənim məsələn xaricdə işə qəbul olunmağıma əsas səbəb İngiltərədə oxumağım deyil idi, Mərkəzi Bankda işləməyim idi. Özləri də dəfələrlə onu vurğuladılar. Yəni xaricdə oxumaq çox da bir şey qatmamışdı. Öz biliyimə qatdıqlarından əlavə olaraq deyirəm. Yəni işə götürəndə çox bir şey qatmamışdı, nəinki Mərkəzi Bankda işləməyim. Eyni şey sizin üçün də keçərlidir. Ona görə də uğurlar, yəni yoxlayın, şansınızı yoxlayın və bir dəfə ilə yekunlaşmasın bu yoxlama. Davamlı şəkildə yoxlayın.
Bir neçə əlavə edeyim. Şövkət, go Buyur. ahead. Həqiqətən, yəni sadəcə sənə portfolionu hazırla, CV-ni effektiv hazırla, başla müraciətlərə. Bilirəm, o çox disiplinlisən. Sadəcə müraciət eləməlisən və gerisi gələcək. Yəni, Düzdür, bir də yəni Şövkət sənin üçün asan olmalıdır, çox çətin olmamalıdır. Yəni sadəcə şansını yoxla və asan olmalıdır sənin üçün. Sonra Fərid bəyin bir sual var. Təşəkkürlər davamı üçün. Sanction screening EML durumu. Bəs bu barədə nə düşünürsünüz? Risk menecment sahəsinə uyğundurmu sualı bilməm, bəlkə İsa sən daha yaxşı cavablandırarsanız bu sualı, sən cavab ver istəyirsən bu suala. Əgər mənim əlavələrim olsa mən əlavə eləyərəm, amma sən məncə daha yaxşı cavablandırarsan. Aha. Ümumiyyətlə, AML, KYC, sanction screening, yəni yoldaşlar, bu sahədəyiksə, bu sahədə promot olmaq istəyirsə, ya hədəfimiz məhz bu sahədə SME olmaq, məsələn, komandamızın team lead olmaqdır. Yəni, ümumiyyətlə, bu sahə təəssüf ki, çox uzun bir yol deyil. Çox təəssüf ki. Çünki adətən AML, KYC, screening, bunlar adətən legal departamentin altındadır. Yəni, bizim gedəcəyimiz hədəf legalın rəhbəri olmaqdır, yəni legal departament rəhbəri olmaq. Və əgər legal backgrounddan gəlmiriksə, demək olar ki, mümkünsüz, çox çətindir bu. Ona görə də yəni SME olub sonra o istiqamətə qalxmaq biraz çətindir. Ya SME olasınız sahənizdə, yəni team lead olasınız, ya da ki, keçəsiniz məsələn digər texniki tərəfinə AML model validator vakansiyaları var. Yəni olduğunuz, məsələn istifadə etdiyiniz applicationların update olunması üçün AML business analyst vakansiyaları, güman ki, Fərid, sizin məsələn işlədiyiniz paralel timlərdə change komandaları var. Kim ki işlətdiyiniz həmin application update edir. Keçə bilərsiniz o tərəfə. Və ya AML modellər var, AML model validator timləri var. Hazırda məsələn City-də bir neçə tim açılıb. ING-də də var, səhv eləmirəmsə, bu tərəfə keçə bilərsiniz. Ümumiyyətlə AML-də işlədiyim artıq what's next for me bu üç istiqamətdir. Ya dediyim kimi senior olub komanda team lead olasınız. Bu da biraz bu fərqli bir yəni yoldur. Ya da keçəsiz məsələn AML business analyst, hansı ki istifadə etdiyiniz application demək olar ki update olması, biraz daha texniki tərəfə və ya bu modelinglə birləşdirəsiniz. Məsələn o gələn transaksiyonların tutulması üçün arxasında, yəni o transaksiyonların belə də yəni sadə izah etməyə çalışıram ki, tutulması üçün arxasında olan modellərin işlənməsi üçün o AML modeling tərəfə keçəsiniz. Əsas amma bu iki istiqamət hansı ki, AML business analiz və modeling oxşar bacarıqlar tələb edir. Bunun üçün həm AML prosesini çox yaxşı bilməlisiniz ki, təcrübəniz var. Paralelində də biraz daha məsələn SQL, Python, deməli biraz project management bacarıqları, business analiz bacarıqları bunları öyrənib bu tərəfə keçmək mümkündür. Sən dedin sadəcə bir şey əlavə yox, sadəcə qatılıram bir şeyə ki, çalışın öz olduğunuz şirkətdə əvvəl o sahəyə keçməyə çalışın, əgər mümkündürsə. Daha sonra başqa şirkətlərə keçməyə çalışın. O daha asan olacaq. Çünki şirkət daxili siz də bilərsiniz, yəqin ki, dəyişmələr çox daha asan olur və buna açıq olur şirkətlər, nəinki bir şirkətdən başqa şirkətə keçmək. Bəli, hətta belə konsultantım da olub, HSBC-də, KYC-də işləyirdi və biznes analizdə dəyişmək istəyirdi. Biz onunla əməkdaşlıq etdik və təbii ki, sahənin bacarıqları öyrənəndən sonra 2 offer əldə etdik HSBC-dən və senior analistdən associate vice president rəngine 2 rank yuxarıya keçmişdi. Əla maaş, əla iş təklifi, yəni mümkündür. Tamam. Görək başqa sual var. Biz müraciətlər edərkən əvvəlki iş yerimizin hansı kateqoriyaya aidliyinə baxılırmı? Yəni dövlət sektorunda olmuşuq, indi keçirik özələ. Dövlət özəl çox ciddi problem deyil. Dövlət sektorundakı işinizi elə yazın ki, CV-yə özəl kimi görünsün. Məsələn, bizim bir tanışımız var idi. Dövlət Əmlak Komitəsində işləyirdi. Dövlət Əmlak Komitəsindəki işi bir private real estate-in işi kimi yazmışdı. Və çox da uğurlu olmuşdu. Yəni kifayət qədər də uğurlu olmuşdu. Çünki zaten orada bir iş görürsünüz siz. Yəni onu necə ifadə eləməkdən, necə satmaqdan, ingiliscə deyək, sell eləməkdən çox asılıdır bu. Yəni ona görə ondan narahat olmayın ki, bu dövlət yoxsa. Adına dövlət yazmağınız və ya da public sözü yazmağınız vacib də deyil. Heç kim oturub onu incəliyinə qədər araşdırmayacaq. İkinci sualım, ixtisasa fərq qoyulmur deyildi. Yox, ixtisasa fərq qoyulur. Qoyulmur demək düz olmaz. Biz bəlkə səhv başa düşülmüş ola bilərik. Yəni diplomun önəmi nisbətən azalıb o mənada.
ixtisası yoxsa fərq qoyulur. Təbii ki, tamamilə başqa sahədə ixtisası olan birinin gəlib riskdə işləməsi mümkün olmaz. Mən maliyyə məzunuyam, master üçün. Mən də maliyyə məzunuyam bu arada. Ekonometrika istəyirəm. Bəli, bu sahələr problem deyil. Maliyyə sahəsində maliyyə məzunusunuz və ekonometrika istəyirsiniz. Burada heç bir problem yoxdur. Sadəcə biliyinizi inkişaf elətdirin. Zaten Azərbaycanda olmasa belə, xaricdə maliyyəni öyrənəndə bizim dərslərimizdən ikisi ekonometrika idi. Yəni ekonometrika zaten onun bir tərkib hissəsi. Siz CV-nizə mən finance məzunuyam yazanda qarşı tərəf sizin artıq quantitative finance-ı bildiyinizi əcrim eləyir. Yəni onu fikirləşir onsuz da. O fikirləşmir ki, bu maliyyə məzunudur və bilmir quantitative finance nə olduğunu. Zaten o onu elə düşünür ki, quantitative finance bilir bu. Ona görə də problem deyil. Yəni nə qədər ki siz ekonometrikanı inkişaf elətdirmisiniz və bilirsiniz, onda heç bir problem yoxdur. Yəni bu fərqli sahə deməzdim mən bunlara. Üçüncü sual isə budur ki, sırf risklərlə bağlı olmasa da soruşmaq istərdim. Mən arqı və innovasiya maliyyələşməsi üzrə eləmək istəyirəm. Mən aşağı təcrübə ilə bu yöndə irəliləyə bilərəm. Əlbəttə irəliləyə bilərsiniz. Yenə bayaqki sualla Məhəmməd bəyin deyəsən sualı idi. O suala qayıtmaq istəyirəm ki, çalışın, əgər təcrübə azdırsa, Azərbaycandan başlayın. Azərbaycanda biraz təcrübə yığın, ondan sonra xaricə çıxmağa çalışın. Bu bir optiondur, bir seçimdir. İkinci seçim odur ki, xaricdə çox aşağı işlərə müraciət eləyin, daha aşağı vəzifələrə müraciət eləyin. Üçüncü ən rahat seçim isə odur ki, açığı burada düzgün demək lazımdır. Azərbaycandan xaricə çıxmağın ən rahat yolu oxumaq vasitəsilə çıxmaqdır. Yəni çıxıb bir universitetdə təhsil almaq, yəni təhsilinizi başa vurarsınız, vurmazsınız, o sizin seçiminizdir və o təhsil vizasının sizə verdiyi üstünlüklə iş tapmaq. Ən rahat yol budur. Yəni bunu eləmək üçün əlbəttə ki, istəyirsiniz 1 il təcrübəniz olsun, istəyirsiniz 2 il, istəyirsiniz 5 il. Bunu eləmək üçün yəni heç bir maneə yoxdur, hamı eləyə bilər bunu. Başqa Forex commodity bazarının fundamental xəbərlərini hansı saytdan izləməyə məsləhət görürsünüz? Məncə ən gözəl məlumat mərkəzi mənim üçün Bloomberg-dir. Hər zaman Bloomberg olubdur, yenə də Bloomberg-dir. Bəzi insanlar razı deyirlər mənim bu fikrimdən, amma ki, məncə ən gözəl məlumat mərkəzi Bloomberg-dir. Hər zaman Bloomberg olubdur. Sırf commodity bazarı üçün bilmirəm, düzün desəm bilmədiyim şeyi yalandan deməyim. Commodity bazarına oilprice.com saytı məsələn yaxşı saytdır. Orada maraqlı məlumatlar olur. Daha çox oil qiymətləri ilə bağlıdır. Amma ümumi commodity bazarı, yəni commodity deyəndə məsələn siz orada alüminiumu nəzərə tutursunuzsa ya da başqa şeylər nəzərə tutursunuzsa, konkret bildiyim bir sayt yoxdur, yalan məlumat vermiş olmayayım. Amma istərsəniz araşdırıb sizə geri dönüş eləyə bilərik. Sonra başqa yeni məzun olanlara nə tövsiyə edərdiniz? Yeni məzun olanlar qraduat proqramlarına müraciət eləsinlər. Qraduat proqramları bütün şirkətlərdə var və yeni məzun olanlara da kifayət qədər açıqdır qapılar orada mən deyərdim və sizdən çox da bir şey tələb olunmur. Ən azından sizdən CV-nizdə neçə illik təcrübə olmağı tələb olunmur. Qraduat proqramları çox kömək eləyir və qraduat proqramları həqiqətən də böyük şansdır. Bayaq da bir sual gəlmişdi ki, Asset Management, Investment Banka daxil olmaq üçün hamısı daha cavan yaşlarından daxil olurlar və s. Düzgün idi. Yəni o demək deyil ki, qalanlar olmaz, amma düzgün sual idi, düzgün məqam idi. Ona görə də daha çox qraduat proqramlarına üstünlük verin. Bir də özünüzü inkişaf elətdirin. Yəni özünüzü nə qədər çox inkişaf elətdirsəz o qədər yaxşıdır. Yəni sizin vaxtınız çoxdur, eləyə biləcəyiniz şey çoxdur. Ona görə çalışın özünüzü inkişaf elətdirin. Bu qədər. Məncə qraduat olmaq məqamında, yəni yeni məzun olmaq məqamında bu cür vebinarlara qoşulmaq, ən azından özünüzü inkişaf elətdirməyə çalışmaq özü artıq bir başlanğıcdır. Tamamilə. Hətta kiçik bir əlavə edeyim. Əminə xanım qeyd edib ki, yeni məzunum ağlım qarışıqdır. Yəni hamımız ondan keçmişik də, hamımız onu yaşamışıq. Amma anladığım budur ki, sadəcə yəni nəsə edin. Yəni bəlkə də aydın deyil nə edirsiniz, amma nəsə edin. Nəsə edin. Önəmli olan yolda olmaqdır hər zaman. Önəmli olan yolda olmaqdır. Nəsə edin, bəli, nəsə edin.
Yol özü sizi harasa aparacaq. Apardığı yer siz bəyənə də bilərsiniz. Bəyənməsəz dəyişəcəksiniz. Bəyənməsəz dəyişəcəksiniz. Mən məsəl üçün UK-dən qayıdandan sonra Azərbaycanda birinci Dövlət Neft Fondunda başladım. O intern kimi. Daha sonra Mərkəzi Bankdan offer aldım və keçdim ora. Ağlımda hər zaman o sual qaldı. Sual qaldı ki, görəsən mən Neft Fondunda qalmalıydım, orada davam etməliydim, yoxsa Mərkəzi Banka? Çünki tamam başqa sahələr idi. Biri investisiya idi, biri tədqiqatlar idi. Yol özü bir yerə gətirdi və heç bir narazılığım da yoxdur. Bəlkə qalsam bundan da yaxşı olacaqdı. Amma insanın xarakteri, bütün insanların xarakteri belədir ki, insan onsuz da seçmədiyi nədirsə, onun peşmançılığını çəkir həmişə. Yəni seçdiyinizin yox, amma seçmədiyinizin peşmançılığını həmişə çəkirsiniz. Bəlkə də o seçmədiyiniz yaxşı ki, seçməmisiniz, amma elə bilirsiniz ki, ən yaxşısı odur, onun peşmançılığını çəkirsiniz. Ona görə də ağlınızın qarışıq olmağı normaldır. Çalışın, nəsə edin, addım atın, gerisi özü gələcək. Kamila xanım deyir ki, CV ilə bağlı son sualım olacaq. Buyursun, nə vaxt vermək istəsə. Elxan bəy, üzr istəyirəm, bayaq unutdum sualımı Buyurun. əlavə olaraq, daha doğrusu əlavə olaraq bu sualı verməyi. Siz danışdıqca bu sual beynimə gəldi. Mən hazırda indi Polşada investisiya banklarında senior vəzifəsində işlədiyimə görə indi hazırda junior pozisiyalarına başvursam, CV-mdə yəni senior olaraq işlədiyim mənə maneə yarada bilərmi? Çünki bəzən rekruterlar baxırlar ki, sən filan şirkətdə senior vəzifəsində işləmisən, amma sən hazırda məsəl üçün risk üzrə mən məsəl üçün digər sahə üzrə junior pozisiyasına başvurursan, bəzən o biraz onlarda belə deyim rekruterların beynində sual işarəsi yaradır. Ona görə biraz narahatam açıqcası ki, CV-mdə senior olduğumu saxlayıb saxlamamağım mənə maneə yarada bilərmi? Yaxşı cover letter hazırlasaz yaratmaz. Yaxşı cover letter hazırlamağa çalışın və o cover letterdə junior vəzifəyə müraciət etməyinizin səbəbinin senior vəzifə tapa bilməmək olduğunu yox, əslində siz yeni sahədə həqiqətən də sıfırdan başlamaq istədiyinizi və bu sahəyə maraq göstərdiyinizi qeyd edin. Yaxşı cover letter hazırlasanız məncə ciddi fərq eləməz. Düzdür, bəzən overqualified söhbəti olur, o yalan deyil. Yəni bəzi şirkətlər overqualified hesab eləyirlər bəzi namizədləri və sadəcə nəzərə almırlar. Ancaq dediyim kimi yaxşı cover letter hazırlasanız məncə problem olmaz. Amma İsa'nın da fikrini öyrənmək istərdim bu sahədə. İsa, sən nə düşünürsən? Yəni senior, junior ümumiyyətlə rankları mən biz telefonda oyun və ya laptopda oyunlar oynayırıq. Yəni buna bənzədirəm. Çünki hər missiyaya keçəndə o missiyanın junior oluruq. Yəni o missiyada ilk əvvəllər udururuq, sonra güclənirik. Tamamilə belədir. Çünki məsələn siz başlaya bilərsiniz məsələn statik datada. Statik datada junior olasınız, middle olasınız, sonra senior olasınız. Sonra keçəsiniz məsələn biznes komandasına. Yəni statik datanın senioru biznes analistin juniorudur. Orada başlayasınız məsələn junior, mid, senior olasınız. Sonra keçəsiniz artıq juniora, yəni menecerə. Orada artıq junior menecer olasınız. Yəni əvvəlki işinizdə senior idiniz, amma bu pozisiyada artıq juniorsunuz. Yəni növbəti missiyanın yenə juniorundan başlayırıq. Məsələn, bu da baxmaq lazım ki, hansı sahənin senioru idiniz. Məsələn, bu mühasibə sahələrində çox aydın bilinir də. Senior account payable olub, sonra financial controller'a keçsəz, olasınız junior financial controller. Məsələn, product controller. Product controller'ın senior olub, sonra financial controller'a keçsəz, olasınız junior financial controller. Yəni bu belə bir ardıcıllıq var da burada. Ona görə də baxmaq lazımdır ki, siz hansı sahədə senior idiniz? Hansı sahəyə müraciət edirsiniz? Okey, ona baxmaq lazımdır ki, burada overqualified olmaq olarmı, yoxsa ümumiyyətlə yeni missiyadır? Yaxşı pointdir. Yaxşı, düzgün məqamlardır, bəli. Kamila xanım, bir də siz məhz Avstriyada iş axtarırsınız? Mən ailəvi səbəblərlə əlaqədar Avstriyada yaşayıram. Çünki artıq başqa ölkəyə köçməyə kimi şansım yoxdur. Halbuki hazırda Polşanın yəni tanınmış şirkətləri LinkedIn-dən mənə hazırda çox müraciət edirlər. Bəli, çünki artıq mən uzun illərdir Polşada yaşamışam və orada, yəni Polşada bir çox bank sahəsində, investisiya banklarında iş təcrübəm olub deyə özləri mənə birbaşa əlaqə keçirirlər. Sadəcə olaraq artıq ailəvi səbəblərdən əlaqədar, yəni Polşaya geri qayıtmaq kimi şansım yoxdur. Ona görə məcburam ki, yaşadığım ölkədə yəni müəyyən qədər burada marketi araşdırıb və burada iş tapmaqdır hazırdakı mövcud vəziyyətim.
Uğurlu olacaqsınız, narahat Çox olmayın. sağ olun. Sadəcə biraz zaman lazımdır. Uğurlu olacaqsınız. Mütləq olacaqsınız. Yəni düşünürəm ki, Polşada uğurlu olmuşamsa, yəqin ki, burada da bir şeylər edə bilərəm. Sadəcə Mütləq olaraq olacaq. burada Polşadan fərqi ondadır ki, Polşada yəni şirkətlərin investisiya banklarının yəni sayı kifayət qədər çox idi və yəni kifayət qədər işçiyə ehtiyacı var idi. Amma Avstriyada biraz bu tamamilə fərqlidir və burada investisiya bankları demək olar ki, yəni normal banklar var, amma investisiya bankları demək olar ki, Polşadan çox-çox qat-qat aşağıdır və ona görə də biraz iş tapmaq şansı aşağıdır və eyni zamanda da gərək biləsən ki, hansı sahəyə daha çox işçi yəni götürülür. Çünki hər sahəyə işçi götürmürlər. Doğru. Bu biraz çətinliklər yaradır. Yəni hazırda çalışıram sizin dediyinizi eləyim. Yəni müəyyən sahələr üzrə araşdırmalar aparıram və istəyirəm ki, bəzi kurslar götürüm və o demədən bəzi kurslarda qeydiyyatdan keçmişəm. Yəni çalışıram. Yəni ki, bir şeylər etməyə çalışıram hazırda. Uğurlar. Çox təşəkkür eləyirəm Elxan bəy. Xanım, çox üzr istəyirəm. Növbəti suala keçməzdən öncə yoldaşlar gəlin beləyək, yəni son sualları da alaq. Çünki artıq webinarın zamanı var. Gəlin son sualları da alaq və davam edək. Son sual yaza bilərsiniz. Buyurun. Asil bəyin sualı var. Salam, faydalı məlumatlar üçün təşəkkürlər. Sualım xarici işə qəbul zamanı yaş faktoru nə dərəcədə önəmlidir? Məsələn, 40 plus mənfi tərəfləri barədə məlumat versəz sevinərdim. Təbii ki, yəni səmimi olmaq lazımdırsa, 40 plus yaşda yenidən gəlib Avropada iş tapmaq olduqca çətindir. Yəni olduqca çətindir. Yəni asan bir şey deyil. Bəlkə təhsil formasında gəlib o formada iş tapmağa çalışmaq bəlkə uğurlu ola bilər, amma o da yenə sizin CV-ninizin nə dərəcədə zəngin olduğundan asılı olacaq. Yəni siz 40 yaşına qədərki vaxtı harda keçirtmisiniz, hansı işlərdə keçirtmisiniz və indi hansı cür iş axtarırsınız? Bəlkə onda həqiqətən görərlər ki, siz kifayət qədər uğurlu bir namizədsiniz. Mən sizə məsələn bir nümunə verim. Mərkəzi Bankdan mənə kifayət qədər yüksək vəzifəli deyək ki, biri yazmışdı ki, xaricdə iş tapa bilərəmmi? Sadəcə özümü yoxlamaq üçün, bazarda yoxlamaq üçün iş tapa bilərəmmi? Mən onun CV-sini birbaşa daxildən vakansiyalara göndərdim və biz müsbət nəticə ala bilmədik. Müsbət nəticə ala bilmədik, çünki artıq yaş faktoru öz önəmini göstərirdi və istəmirdilər, belə deyək. Yəni o insan özü də aşağı vəzifəyə gəlmək istəmirdi, yəni o ayrı məsələ. Yəni yüksək vəzifəyə gəlmək istəyirdi və yüksək vəzifəyə gələ bilmədi. Bəlkə aşağı vəzifədən başlamaq mümkün olar, bəlkə, amma onu da dediyim kimi sizin CV-ninizin zənginliyindən asılıdır. Əgər CV zəngin deyilsə, çox çətin olar. Görüşə görə sual vermək istəyirdim. Kimsə sual vermək istəyir. Salam, çox ay hərfi ilə başlayır. Salam, çox sağ olun, görüşə görə sual vermək istəyir. Kim sual vermək istəyirsə, buyursun. Salamlayıram sizi, İsa bəy və İlxan bəy. Çox sağ olun, görüşə görə minnətdaram. Belə deyək də, məndə bu situasiyada əsas narahat edən iş tapandan sonraki məqamda biraz qəribə görünə bilər əslində. İş tapana qədər ki, prosedur proqnozlaşdırılan bir prosedurdur. Çünki yəni nə hazırlıqlar lazımdır filan, bunlar hamısı əldə olunur. Amma iş tapandan sonra əsas o işdən çıxarma məsələsində, xüsusilə də özəl sektorda biraz adam narahat edir ki, komfort zonadan çıxıb başqa bir ölkəyə gedir, yeni bir həyata başlayır. Düzdür, bunu birmənalı cavablandırmaq qeyri-mümkündür. Sadəcə olaraq mən sizin təcrübənizdən öyrənmək istəyirəm. Yəni, siz deyə bilməzsiniz, təbii ki, hansısa şirkət sizi işə götürəcək və sonra çıxartmayacaq. Sadəcə olaraq təcrübədə necə olur və bu prosesdə necə tənzimlənir və bir də sizin ümumən İsa bəyin də çalışdığı öz konsultantlarla çalışdığı şirkətlər həm də top şirkətlərdir. Biraz ümid yaradır ki, məsəl üçün top şirkətlərdə ola bilər ki, indi müəyyən çox kaprizli davranırlar və müəyyən işçi seçimində filan. Amma məsələn, orta səviyyəli şirkətlər ola bilər. Tutaq ki, ümumiyyətlə bazarın bilmədiyi var, lap yerli şirkətlər var. Hansısa bir formada iş tapmaq təzədən, sonra bərpa olmaq, başqa yerə dəyişmək. Bu situasiyalar necədir? Yəni bunun riskləri adamı həm motivasiyadan salır, şəxsən məni bir nömrəli motivasiyadan salan məsələ budur. Çünki burada
belə deyək də, yəni yaxşı, normal, yaxşı deməyim də, bizim ölkəmizə görə yaxşı, normal bir işdir və bu konfor zonadan çıxıb başqa bir yerə gedirsən və bu tamamilə həyatı ora bağlayırsan, biraz çox, yəni demotivasiya edir bir işdən sonra Düz, məsələsi. düzdür. Mən Bu iki sualım olacaq. Çox üzr istəyirəm. Bu tip sualdır. İkinci bir sual ümumiyyətlə sizə aid olmaya bilər. Sadəcə olaraq fikrinizi öyrənmək istəyirəm. Biz belə deyək də, ailəvi olaraq düşünürük. Biz bunu, mənim yoldaşım həkimdir. Mən bilirəm ki, həkimlərin iş tapma məsələsi tamamilə fərqli bir situasiyadır hər bir ölkə üçün. Və biz belə deyək də, ingilis dilindən başqa bir dil olmadığına görə ancaq İngiltərə düşünürük. Bunun yəni müsbət tərəfi işdən çıxarmada o daha çox avantajlıdır. Çünki həkimdə çox nadir hallarda belə işdən çıxarma mən bildiyimə görə, yəni çox az olur və tələbat da, xüsusi tələbatlar var. Sadəcə onun prosedurları başqa şeylərə görə çox spesifikdir. Məsələn, OET imtahanı verirlər onlar, başqa imtahanlar verirlər. Bu barədə siz təbii ki, yəni o sahə mütəxəssis deyilsiniz. Sadəcə mən öyrənmək istəyirəm, bu barədə yönləndirə biləcəyiniz və bu amma düzdür, bazarda müəyyən adamlar var, amma adam inana bilmir də. Yəni sadəcə olaraq belə rekomendasiya, yəni etibarlı insanların bu sahədə olan insanların rekomendasiyası falan və bu sahədə bir hansı bir məsləhətiniz ola bilərmi? İkinci sualı İsa'ya buraxacağam, çünki o daha çox bazardadır. Yəni daha çox bilə bilər bu cür insanları, tibb sektorunda çalışanlar varmı, tibb sektoruna işçilər düzəldən insanlar varmı və s. və etibarlı insanlar varmı, yoxsa yox. Çünki mən o sahədə bir şey deyə bilməm. Sadəcə bir şey əlavə edə bilərəm ki, məsələn İngiltərədə və yaxud ingilis dilli digər ölkələrdə həddindən artıq çox həkim çatışmazlığı var. Həddindən artıq çox. Məsələn, mən bayaq Qərbi cənnət deyil deyəndə ən başda vurğulamaq istədiyim şeylərdən biri tibb sektorunun çox zəif vəziyyətdə olmağıdır. Əmin olun ki, tibb sektoru Avropada çox pis vəziyyətdədir. Bu bütün Varşavada ölkələr. 3 ay dermatoloq axtarırlar. Yəni Bəli, 3 bütün ay dermatoloq ölkələrdə tapa belədir. bilmirlər yəni. Bütün ölkələrdə belədir, bütün ölkələrdə belədir. Olduqca çətindir. Hələ Şərqi Avropada nisbətən yaxşıdır, Qərbdə ümumiyyətlə biabırçılıqdır. Ona görə də onun şansları çox daha yüksəkdir. Amma kimə yönləndirmək olar, o sualı mən bilmirəm, təəssüf ki. O ki qaldı birinci suala. Bir söz var, deyir, həyatının altın üstünə gəlməyindən narahat olma, bəlkə altı üstündən daha yaxşıdır. Yəni siz işdən çıxmağa fokuslanaraq işdən çıxar, bəlkə məni də çıxarda bilərlər. Məni də çıxarda bilərlər işdən. Yəni çıxardacaqlar, ən pis halda iş tapa bilməsəm qayıdacam ölkəmə. Yəni Azərbaycan hər zaman ordadır. Düzdürmü? Yəni siz Azərbaycanlısınız, biz Azərbaycanlıyıq və bizim üçün hər zaman ordadır. Ən pis halda gedəcəyik və yenidən sıfırdan başlayacağıq, bir iş tapacağıq özümüzə və orada həyatımızı davam elətdirəcəyik. Amma xaricə çıxmaq şansı hər zaman insanın ayağına gəlmir. Yəni o bəzən olur, insanın həyatında bəzən olur və istəyirsənsə olur o, ancaq istəmirsənsə olmur zaten. Ona görə işdən çıxardılacam qorxusu ilə yanaşmayın məncə heç vaxt. Birincisi bu. İkincisi, şirkət sizə iş vizası düzəltmək üçün külli miqdarda xərc çəkir, sizi bura gətirir. Yəni onlar üçün maraqlı deyil ki, siz gələsiz və sizi dərhal 1 il sonra, 2 il sonra işdən çıxartsınlar. Onlar üçün o maraqlı deyil. Zaten o 2 ilə, 3 ilə də siz özünüzü yaxşı əməkdaş kimi göstərmiş olacaqsınız müəyyən qədər və o müddət ərzində artıq özünə inamınızı da kifayət qədər bərpa etmiş qurmuş olacaqsınız. Kifayət qədər özünüzə inamınız olacaq və başqa şirkətdə də iş tapmaq ehtimallarınız olacaq. Yəni ona görə də burada təhlükə işə götürüb çıxartmaqda, onu daha çox hiring and firing deyirlər ona. Onu daha çox Amerikan şirkətləri eləyir. Əgər elə bir içinizdə narahatçılıq varsa, Amerikan şirkətlərindən biraz uzaq durun. İnsanın xoşuna gəlməyə bilər bəlkə City Amerikan şirkəti, amma ümumiyyətlə Amerikan şirkətlərində biraz daha çox olan bir şeydir. Amma dediyim kimi sizə külli miqdarda xərc çəkirlər və onların məqsədi sizi gətirib sonra da işdən çıxartma deyil. Mənim şəxsi təcrübəmdə Azərbaycandan gəlib işdən çıxarılan heç kimi görməmişəm. Mən heç kimi görməmişəm. Çünki bizim insanların fikirləşdiyindən bizim insanlar çox daha savadlı və yaxşıdırlar, yaxşı xarakterə malikdirlər. Özümüzdən, yəni fikirləşdiyimizdən qat-qat yaxşıyıq xaricdə. Biz elə bilirik ki, bura gələndə burada hamı Einsteindır və s. amma elə deyil. Biz kifayət qədər yaxşıyıq burada müqayisə eləyəndə. Ona görə də ondan narahat olmayın. Məncə əgər istəyirsinizsə cəhd eləyin. Xüsusilə də yoldaşınız həkimdirsə, ələxüsus cəhd eləməyə dəyər.
Çox sağ olun. Çox gözəl motivasiya oldu həqiqətən. Bir də bu mövzunun bağlamında üzr istəyirəm, Səbəy, çox üzr istəyirəm. Belə deyək də, həm də ona görə demək istədim ki, siz də elə eyni zamanda bunun bağlamında deyəsiniz. Dövlət sektoru məsəl üçün orada hansısa bir dövlət sektorunda o necə dəyərləndirilə bilər? Dövlət sektorunda işə girmək mümkünsüz kimi bir şeydir. Pasportunuz yoxdursa, dövlət sektorunda iş qapıları bağlıdır mən deyərdim. Ən azından mənim tanıdığım heç kim yoxdur dövlət sektorunda işləyən. Sadəcə bir nəfər tanıyıram, Hollandiya Mərkəzi Bankında işləyir. O da pasport alıb, ona görə pasport alandan sonra işləyib. Yəni məncə çox çətindir. Çox sağ olun, minnətdaram. Buyurun. Nərmin xanım sual vermək istəyir. Elxan əmək icazənizlə əlavə edeyim. Buyur. Dövlət sektoru ümumiyyətlə dövlət bütün dünyanın demək ölkənin əksəriyyətinin dövlət sektorunda maaşlar özəldən azdır. Ən azından Porsche кейsini gördüyüm qədərinə budur. Siz yəni dövləti niyə düşünürsünüz ki, hətta daha yaxşı şirkətlər var çünki. İşte həkim üzrə karyer konsultasiyası, ümumiyyətlə karyer konsultasiyası və yəni söhbət təkcə CV hazırlayandan getmir də, prosesi bilən, detalları bilən, məsələn bayaq mən investment operations sahələrinə danışdım. Yəni işləri bilən belə şəxs çox azdır. Həkim üzrə heç mən ümumiyyətlə heç görmürəm. Təəssüf ki, bu sahə üzrə bilmirəm. İşdən çıxarılma riski haqqında ümumiyyətlə bu slow hire düzdür, ardı fast fire'dır, amma gec işə götür də ideya. Şirkətlər ona görə görürüz ki, işə qəbul prosesinə 3 ay alır, vaxt alır. 2 ay, hətta Polşada olsanız belə, məsələn, Avropada olsanız belə, yəni 2 ay vaxt alır, intervyular, sənəd yoxlanması və s. Şirkət onsuz işdən çıxarmaq istəmir. Yəni onsuz çıxarmaq istəmir və işdən çıxarılma, yəni ideologiya çox sadədir. Əgər işə alıblarsa, sizdə nəsə görüblər, bacarıqlarınız var, biliyiniz var, yəni uyğunsuz. Məsuliyyət götürün, işləyin. Başa düşmürsünüzsə, əvvəldə daha çox qalın işləyin. Bunu etdikdən sonra işdən çıxarılan şəxs görməmişəm. Yəni mümkün deyil də, bu nəzərə olaraq mümkün deyil. Təbii ki, şirkət bağlanmasa. Ona görə də bu risk haqqında ümumiyyətlə deyərdim ki, düşünməyin. Yəni elə deyin ki, işdən çıxarılmayın da bu qədər. Yəni daha çox işləyin. Yəni bunu niyə risk atasınız ki? Bu məncə ümumiyyətlə düşünəcəyimiz bir məqam deyil. Düzdür, komfort zona, amma bunun məsələn hazırda qoşulanlar arasında bir konsultantım var ki, kim ki 3 il qabaq idi hətta. 3 il qabaq idi məncə müraciət eləmişdilər mənə, ailəvi olaraq gəlmək istəyirdilər. Couple və biz onlarla bir planlama elədik. Məsələn, universitet, sənədlər, gəldilər bura. 2 ay sonra xanım iş təklifi aldı. 3 ay sonra da bəy iş təklifi aldı Herbalife şirkətindən. O da buradadır, qoşulub. Yəni düzgün planlama eləsəz bəllidir və belə xeyli şəxslər var. Belə xeyli şəxslər var ki, düzgün öncədən ölçüb biçirsiniz, planınızı qurursunuz, addımlarınızı atırsınız, gerisi gəlir. Biraz maddi vəziyyətiniz hazır olmalıdır, belə deyək. Biraz o ilkin dövrlərin maddi sıxıntısına qarşı qoya biləcək maddi vəziyyətiniz varsa, məncə onunla heç bir narahatçılıq yoxdur. Yəni ki, o işdən çıxarma məsələsini qətiyyən düşünməyin. Yəni o ən son düşünəcəyiniz şeydir. Çox sağ olun, minnətdaram motivasiya üçün, çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Nərmin xanım sual vermək istəyir. Buyurun Nərmin xanım. Salamlayıram hər kəsi. Təşəkkür edirəm webinar üçün. Mənim iki sualım var idi daha doğrusu. Birincisi, eyni vəzifədə hal-hazırda Polşadayam, senior vəzifəsində çalışıram. Eyni vəzifədə nə qədər müddət qalmaq ağıllı fikirdir? Və əmək haqqı üçün başqa şirkətə eyni vəzifəyə keçmək ağıllı mı fikirdir, yoxsa qalıb bu şirkətdə irəliləmək mi daha doğru fikir olar? Sizin məsləhətlərinizi alsam. Mənim təcrübəm bunu göstərir ki, İsa ilə mənim təcrübəm fərqlidir. Mən 7 ildə eyni şirkətdəyəm. İsa 3 ilə 3 şirkət dəyişibdir. Hərəmiz öz perspektivimizi də deyə bilərik sizə. Mən gördüyüm budur ki, şirkətlər qalan işçilərə, yəni öz işçilərinə promotion verməkdən, maaş artımı verməkdən çəkinirlər. Nəinki kənardan daha baha işçi götürməyə meyillidirlər də, belə deyək. Yəni əgər siz məqsədiniz iş dəyişib daha yaxşı maddi vəziyyəti əldə etməkdirsə, öz şirkətinizdən bir şey gözləməyin. Çünki öz şirkətiniz sizə çox da bir şey verən deyil. Yəni hətta ən yaxşı işçi belə olsanız, siz ala biləcəyiniz potensial 40%, 50%, 30%, hər nədirsə o artımı ala bilməyəcəksiniz Avropada. O Avropada bir ilin axırında verilən maaş artımları hamıya bəllidir. Yəni ən yaxşı halda 10% verirlər, 12% verirlər. O da ən yaxşı halda. Düzdürmü? Ona görə də əgər siz daha
artıq bir neçə ildir işləmirsiniz və ümidiniz yoxdursa sizə promotion verəcəklərindən, ona görə də mən işinizi dəyişin deyərdim. Siz məndən soruşa bilərsiniz ki, sən niyə dəyişməmisən işini, neçə ildir? Mənim səbəbim başqadır, çünki mən UK-yə gəlmək istəyirdim və o UK-yə gəlmək üçün 4 il Polşada işlədim və onu aldım da, belə deyək. Ona görə mən işimi dəyişməmişəm. Ancaq İsa'nın fikirlərini də eşitmək maraqlı olardı. Buyur İsa, sən nə düşünürsən? Nərmin, siz Nərmin Ramazan ağasınız. İsa da maşallah hamını tanıyır. Çünki konsultantım olub. Çünki biz Bə- 3 il qabaq Bəli, Nərmin xanım. Bəli, Bəli, İsa müəllim. Çox təşəkkür edirəm. Sizin sayənizdə iş tapmışam. siz İndi işdən İsa, biz onda İsa zəhmət olmasa biraz da məşğul ol, yeni iş tapsın. yəni Nərmin xanımın möhtəşəm həqiqətən bacarıqları var. Yəni həqiqətən finance-ın all around bilir də və biz BBH-dən senior audit üzrə iş təklifi almışdıq. Nərmin xanım dedi ki, nə olsa başlayım. Hətta junior olaraq müraciət etdi. Senior audit üzrə iş təklifi aldıq. Və ideya başlamaq idi. Sizin bilirəm bank təcrübəniz də var və bilikləriniz möhtəşəm. Və nəinki ki, kiçik bir maaşa, siz əla bir maaşla dəyişikliyə getməlisiniz. Bunun da qaydası çox bəllidir. Həmişəki kimi mən motivasiya verirsiniz. O vaxt da mən çox motivasiyam az idi Azərbaycandakı intervyu təcrübələrimə görə. Siz motivasiya vermişsiniz, indi də verirsiniz. Yəqin ki, sizə müraciət edəcəm növbəti addım üçün. Çox təşəkkür Nəticə də edirəm. bəllidir. Keçən dəfəki nəticə bəllidir. BBH Brown Brothers Harriman Bank senior audit sizə iş təklifi vermişdi və çox qısa bir müddətdə. Bəli, ümid edirəm indi hal-hazırda UBS-ə müraciət eləmişdim. Siz vurğuladınız ki, orada əslində daxili ancaq promotionlar var. Mənə mail gəldi ki, sizin CV-niz çox maraqlıdır. Hiring managerlara göndərilib, amma 4 həftə keçib üstündən heç bir xəbər yoxdur. Ya rejekt gəlmir, ya heç bir şey bilmirəm necə olacaq. Çox normal situasiyadır bu dəqiqə. Yəni bəlkə də aylar keçəcək, heç bir məlumat gəlməyəcək, bəlkə də tam tərsi. Yəni bu vəziyyətdə çox normal situasiyadır. Çalışın UBS-ə fokuslanmayın, başqa şirkətlərə fokuslanın bu dəqiqə. Çox təşəkkür edirəm. Sağ ol. Uğurlar. Növbəti sualımız Aytən xanımdandır. Çox təşəkkürlər, çox maraqlı verilən oldu. Sual vermiş. Buyurun. 25 yaş barədə nə düşünürsünüz? 25 yaş ən gözəl yaşdır. İsa, sən nə düşünürsən? Sən yaxınsan 25-ə, mən çox uzaqlaşmışam. Möhtəşəm. Enjoy. Ən gözəl vaxtdır. Yəni nəsə öyle. Mən 25 yaşında Azərbaycanda idim. Hələ səhv eləmirəmsə Mərkəzi Bankda fəaliyyət göstərirdim və öz üstümdə davamlı işləyirdim. Yəni hər axşam indiki kimi yadımdadır. Mən hər axşam evə gəlirdim işdən, saat 6-da çıxırdım, 7-də evdə olurdum, 1 saat yatırdım. 8-də dururdum, 8-dən 12-yə qədər nəsə oxuyurdum, sonra yenidən yatırdım. Yəni mənim o yaşlarım belə keçibdi. İndi geriyə dönüb baxanda bəlkə də insan deyə bilər ki, nə olsun ki, gözəl vaxtlardır, amma sən ancaq oxumaqla başqa cür sərf eləmisən. Amma təəssüf ki, həyata 10-0 öndə başlamayan insanların başqa seçimi yoxdur da, yəni ancaq seçim budur. Ona görə də məncə öz üzərinizdə işləmək üçün ən gözəl vaxt 25 yaş. Eynən Xamər, mən də eynən. Yəni işdə trening götürürəm, evdə trening götürürəm, hər ay bir şey öyrənirəm, hər dəfə bir kurs götürürəm. Yəni budur qaydası. Öyrənməliyik yəni. 25 yaş siz əla yoldasınız. Siz artıq növbəti level düşünürsünüz. Növbəti level üçün mən həmişə etmişəm. İndi də məsələn mentorum var. Həmişə yəni son 10 ildə bəlkə həmişə mentorum olub. Yəni sizdən belə wow baxdığınız bir hədəfiniz olsun və ya bu yolu keçmiş kimsə olsun. Ona deyin ki, yoldaş bu yolu necə keçmisiniz? Mənə göstər. O da sizə bunu izah eləsin. Onunla bir yerdə işləyin və keçin bu yolu. Yəni mənim üçün bu belə işləyib. Yəni bu qaydası budur və əla yoldasınız. Sadəcə məsələn hansı yerə çatmaq istəyirsə onu görün, o şəxsin etdiklərini kopyalamaq, öyrənmək lazımdır və gerisi gələcək. Doğru. Məncə ölkədəki dayday söhbəti universitet heç nə öyrətmir və sair kimi düşüncələr bizi geri qoyur. İnşallah motivasiya itirmədən istədiyimiz işi taparıq. Əlbəttə ki, o artıq köhnə dövrdə idi. Məncə indi elə bir şey, yəni yoxdur deməyim də, mütləq var. Ancaq sizin kimi insanlar, bizim kimi insanlar onu artıq çox geridə qoya bilibdi məncə ölkədə. Kifayət qədər rahat şəkildə işdə tapmaq olur, yaxşı yerlərə də gəlmək olur və xaricə də çıxmaq olur. Ona görə də məncə motivasiyanızı qətiyyən itirməyin. Bir məqamı əlavə edeyim. Əminə, baxın, bizim bu sahələrimizin, yəni IT, risk, bu sahələrin
seçməyimizin əsas səbəblərindən, yəni seçməyimizin səbəblərindən deməyim də, yəni əlalığın, mükəmməlliyin əsas səbəblərindən də biri budur ki, bu sahə üzrə tanışlıq keçə bilməz. Yəni banka developer lazımdır ki, gəlsin funksionallıq yığsın. Bankın rəhbəri əmisi oğullara qoysa, o funksionallıq yaza bilməyəcək. Kimsə axtarır ki, gəl bunu yazsın. Əgər siz bunu bilirsinizsə, gedib yazasınız. Bilmirsinizsə, yəni yaza bilən adam axtaracaqlar. Yəni əmioğlu, xaroğlu bu tipli texniki məsələlərdə keçmir, çünki çox bəllidir. Bu işi eləmək lazımdır. Məsələn, liquid risk bankın ən böyük dərdidir. Liquid risk, düzdürmü? Azərbaycandakı ən pis bankın belə liquid risk şöbəsi, yəni şöbəsi deməyim də, bir nəfər var ki, kim bu prosesə baxır. Düzdürmü Elxan müəllim? Yaxşı bilirsiniz. Bəli. Excel-də eləyir, Notepad-da eləyir, amma baxır ki, o bir liquid riski həll etsin. Doğrumu? Yəni ən pis banka belə bir nəfər liquid risk prosesini bilən adam lazımdır. Ona görə çünki bütün bankın üstündə oturur. Yəni SQL, yəni bütün banklar Azərbaycanda SQL bilən şəxs lazımdır. Siz Azərbaycanda SQL bilirsinizsə, dünyada təkcə SQL bilməyinə heç nə mümkün deyil. Azərbaycanda SQL reporter vakansiyası var. Bir dənə yazırlar ki, SQL bilsin. Bitdi. Yəni bu sahələrin əlalığı budur ki, burada dayda keçmir burada. Yəni bilirsən, əla gəl işlə. Ona görə də keçib bu mövzular, həqiqətən keçib. Yəni bu müasir dövrün mükəmməlliyi budur. Keçib bu mövzular. Fokuslanın, sahənizi öyrənin. Əlbəttə, məsələn, İsa qrup yoldaşlarından iş tapa bilməyən oldu qutarandan sonra. Qrup yoldaşlarım hərəsi bir ölkədədir. Bəli. Yəni Azərbaycanda qalanlarda yenə hərəsi hamısı gözəl yerlərdə işləyirlər. Yəni çünki nə edirdik? Yəni yenə oxuyurdular, öyrənirdik, davam edirdik. Bəli. Qaydası budur. Çox sağ olun, siz də bizim müəllimimiz olmusunuz. Sən də sağ ol. Sayənizdə. Neymanın bir sualı var. Buyur Neyman. Neyman da mənim konsultantım olub. City-dən biz 3 il öncə offer almışdıq. Buyur Neyman. Salam, axşamınız xeyir. Necəsiz? Əgər mən yanlış xatırlamıramsa, Elxan bəy UBS Polşada çalışıb, sonra da internal UK-yə köçmüşdür. Sualım o barədə idi ki, bəlkə Elxan bəy məsələn öz təcrübəsindən misal çəkə bilər. Fərqləndirən xüsusiyyətlər nə idi ki, UBS UK-nin daxilindən heç kəsi hayır eləmədi, Elxan bəyi köçürtmək istədi. Və yaxud da ki, məsələn tutan Elxan bəy necə rəqabət apardı? Hindistan ofisində olan 20 il iş təcrübəsi qazanmış biri ilə və yaxud da ki, məsələn tutan bir sualım daha var idi. Əgər cavablandırsanız, o vaxta qədər onu da düşünərəm. Çox gözəl sualdır. Çox gözəl sualdır. Heç mən özüm bu haqda düşünməmişdim. Məncə iki səbəbi var idi. Birincisi, 4 il loyal şəkildə və yaxşı şəkildə, davamlı, sustainable, yaxşı şəkildə işləmişdim. Heç bir problem yaratmamışdım. Heç bir problem yaranmamışdı mənim işimdən və menecerlərim məndən kifayət qədər razı idilər. Və düşünürəm ki, xarakterimdən də kifayət qədər razı idilər və mən onlardan hər ilin başında gedib nəsə bir şey istəməmişdim. Hər şey, necə deyirlər, səbirlə gözləyirdim ki, düzgün vaxtı gəlsin və düzgün vaxtında UK-yə keçmək istəyim. Və düşünürəm ki, onlar belə işləyir də şirkətlərdə məsələ. Siz gəlirsiniz, artıq 4 il, 5 il kifayət qədər bir müddətdə və seniorsuz və bir işi sıfırdan axıra kimi bilirsiniz. Onlar üçün sizi itirmək artıq məsləhətli bir şey deyil. Yəni, sizi itirmək əvəzində, sizi UK-yə keçirmək onlar üçün daha asan qərardır. Nəinki gedib yuxarı rəhbərliyə bunu iddia eləmək. Nəinki sizi itirmək, yəni sizin işdən çıxmağınız və sizin yerinizə sıfırdan yeni bir adamı gətirib göstərməkləri. Və təbii ki, əgər sizin kimi eyni kvalifikasiyada olan, eyni şəkildə bu işi bilən, daha ucuz işçi qüvvəsi olsa, o zaman təbii ki, başqasını götürəcəklər orada işə. Amma sizin kvalifikasiyada olan, sizin kimi bu qədər təcrübəni yaşayan, keçmiş, bu müddət ərzində bu bilikləri toplamış və özün yaxşı şəkildə isbat etmiş biri varsa, o zaman sizi itirmək istəməyəcəklər qətiyyən. Çünki siz gedib rəhbərliyə deyəndə ki, mən UK-yə keçmək istəyirəm, filan səbəblərə görə mən orada yaşamaq istəyirəm və siz demirsiniz ki, verməsəniz mən çıxacam işdən. Qətiyyən o cümləni qurmursunuz. Amma ki, onlar başa düşürlər ki, sizin üçün artıq bu həyatın bir dönüm nöqtəsidir və bu nöqtədə siz bir qərar vermək istəyirsiniz və bu qərar da sizin həyatınızı, ailənizi, bütün hər mənada həyatınızı etkiləyəcək də. Ona görə də onlar qətiyyən fikirləşmirlər ki, mən gedim tez bunun yerinə bir ucuz işçi qüvvəsi tapım,
bu hara çıxırsa çıxsın da tez şəkildə. Qətiyyən elə düşünmürlər. Mən ona görə Avropadakı rəhbərlərin müsbət tərəfini bayaq vurğulayırdım. Onlar ya formalaşdırdıqları, üstündə əziyyət çəkdikləri kadrları qətiyyən itirmək istəmirlər. Və baxmırlar ki, bu haralıdır, hardan gəlibdir, necə bir culture var bunun və s. Qətiyyən buna baxmırlar. Həqiqətən bəzi ön yargılar var Azərbaycanda, qətiyyən baxılmır ona. Və yaxud hansı dinləndir, hansı dildəndir. Qətiyyən elə şeyə baxmırlar. Sadəcə baxırlar ki, bu insan bu 4 il ərzində necə işləyibdi və bu insan bu dəqiqə əvəz edilə biləndi, yoxsa çətinliklə əvəz edilə biləndi. Belə deyək, onsuz da hər insan əvəz edilə biləndi. Sadəcə asan əvəz edilə biləndi, yoxsa çətinliklə əvəz edilə biləndi. Əgər çətinliklə əvəz edilə bilən biridirsə, onun istəklərini yerinə yetirirlər, cüzi istəklərini. Onlar üçün o cüzidir. Tamamilə. Aha, Hətta başa yəni düşdüm. mən Çox sağ UBS-dən olasın. işdən çıxanda Alman menecerim hansı ki, yəni demişdi ki, kaş necə ki futbolda ödəniş ödəyirlər şirkətə, elə işdən aparırlar. Yəni istəmirdi də getsin. Yəni ona görə də qalıb artıq dərinləşəndən sonra həqiqətən getməyinizi istəmirlər. Düzdür. Yəni məlumat. Buyur Eman. Düzdür. Çalışıb bir də xarakterinizi yaxşı saxlamaq lazımdır. Həqiqətən insanlarla münasibətinizi, konfliktdən uzaq olmaq lazımdır. Bunlar çox vacib məqamlar. Təkcə iş deyil. Yəni elə olmalısınız ki, sizi bir yaxşı insan fiquru kimi görsünlər orada. Timə kömək eləyən, timi birlikdə saxlayan, dağılmasına icazə verməyən bir komanda üzvü kimi görsünlər. Aha, başa düşdüm. Mənim adımdakı digər sual buydu ki, məsələn tutan higher management necə düşünməli ki, məsələn tutan Elxan bəy onsuz da Polşada işləyir, eyni işi görür. Biz niyə onun üçün UK-də yeni bir pozisiya açmalıyıq? Sizcə məsələn sizin xahişiniz nədir? Ya transfer elədilər UK-yə, yoxsa hər hansısa bir pozisiya gördünüz, fürsətdən istifadə elənsən keçsiniz? Yox, mənim xahişimlə açıldı pozisiya. Hətta belə oldu ki, mən istədim pozisiya keçməyi, formallığı yerinə yetirmək üçün bir dənə pozisiya açdılar və mənə dedilər ki, dərhal bu gecə onu apply elə. Yəni burada da elə şeylər olur. Dərhal bu gecə onu apply elə ki, hüquqi olaraq bu qaydalar yerinə yetirilməlidir. Mən bu gecə onu apply elədim və səhərsi günə pozisiyanı bağladılar. Yox, mənim istəyimlə oldu. Yəni niyə fikirləşir ki, bəli, sizin dediyiniz çox düzgün. Mən olsam da mən də fikirləşərəm ki, Elxana mən niyə ən azından maaş artımını kənara qoysaq, bir British pound 5 zlotadır da, yəni 5 dəfə artıq pul verir də şirkət sənə. Heç maaş artımını kənara qoymaqla nominal məbləğdə deyirəm. Niyə bu 5 dəfə artıq pulu sənin üçün xərcləməlidir? Üstəgəl viza xərcləri var və başqa xərclər var. Yəni o dediyim kimi sırf bayaqki suala qayıdırıq. Bu insan çətinliklə əvəz edilən insandırsa, biz buna yox desək, bu çıxıb gedəcək. Biz bu çıxıb getsə, bu işlər yarımçıq qalacaq və bunun yerinə tapacağımız insanı biz eyni səviyyəyə çatdırmaq üçün qat-qat artıq xərc çəkəcəyik. Belə yanaşırlar işə. Və fikirləşirlər ki, o xərci əlavə çəkməkdənsə, gəl elə bunu köçürdək, o da rahat olsun, mən də rahat olum. Aha, başa düşdüm. Çox sağ olun, cavablandırdınız. Siz də sağ olun. Gözəl suallar idi, sağ olun. Tamam. Deyəsən yekunlaşdırdıq isə. Başqa sual görmürəm. O zaman yoldaşlar. O zaman çox sağ olun. Hər kəsə vaxtınız üçün çox təşəkkür edirəm. Çox gözəl. Mənim üçün ilk idi bu. İsa bir neçə dəfə başqa adamlarla, başqa şəxslərlə bunu eləyibdi. Mənim üçün ilk idi. Çox maraqlı oldu. Çox sağ olun. Özüm üçün də öyrənmiş oldum. Çoxdan da Azərbaycanca bu qədər uzun müddət danışmırdım. Dilimin korlanmadığının fərqində oldum. Bu özü də böyük bir şeydir. Çox sağ olun hamınız vaxtınız üçün. Azərbaycanda artıq kifayət qədər gecə saat. Bu vaxta qədər qaldığınız üçün çox təşəkkür edirəm. Çox sağ olun Elxan müəllim. Çox sağ olun yoldaşlar. Görüşərik. Sağ olun. Çox sağ olun. Sağ olun.